Salam, axşamınız xeyir olsun. Bugün də növbəti efirdən sizlə qarşı-qarşıyayıq. Bizə buyurub psixoloji suallarınızı verə bilərsiniz. Efirimiz psixoloji mövzular üzrə keçərlidir. Yəqin ki, daimi qoşulan izləyicilərimiz bilir. Bugünkü mövzumuz əsasən valideyn qarğışı insana nəyə görə təsir eləyir ilə bağlıdır. Çünki gördüm şərhlər, əsasən də direktdə mesajlar çox gəlmişdi onunla bağlı ki, valideynimin qarğışından qurtula bilmirəm. Evin içində mənə nə bilim qarğış eləyir. Bütün gün deyir, stres keçirdirəm. Onlar mənə anlamırlar deyə. Valideyn qarğışı ümumiyyətcə belə bir şeydir ki, valideynin səsini sən şüur altında uşaqlığını eşitdiyinə görə valideynin səsi sənin kritik faktoruna birbaşa ötüb şüur altına keçən varlıqlardılar və bu baxımdan da yəni o bir mövzu var. Deyir ananın deyir südü deyir qarğışın qabağını kəsir, ancaq ki doğru yanaşma olmur. Çünki şüuraltı ilə bağlı olaraq travmanı sən özün travmadır. Qarğışı sən özün o qarğışa layiqsənmiş düşüncəsinə qapılırsan. Çünki valideyn səni qarğış edəndə sənin şüuraltındakı gedən proqram bəlkə mən ona layiqəm deyə məni qarğıdı. O duyğusu başlayır səndə özünü qaldırmağa. Salam Melisa xanım, xoş gəlmisiniz. Və bu baxımdan da həmin o qarğışı yaşamaq oradan qaynaqlana bilir. Əsasən belə bayaq da səsləndirdiyim kimi deyirlər ki, nə bilim atanın qarğışı o tutur, nə bilim ananın qarğışını süd kəsir qabağını. Sadəcə olaraq o dini baxımdan, hər hansı fəlsəfi baxımdan eləyirlər, ancaq ki psixoloji baxımdan zaten təsir eləyir. Adamlar var ki, analarının qarğışını ona görə yaşayırlar ki, yenə eyni şeyi təkrarlayacağım. Çünki şüur altında mən o qarğışa layiqəm proqramı özündə başlayır aktivləşməyə. Və bu baxımdan da sən qayıdıb şüur altındakı proqrama baxmalısan ki, harda sən o şeyə onlara kriteriya keçməyinə icazə verirsən. Çünki bir yerə qədər insanlar valideynlərdən asılı böyüyürlər, yəni maddi mənəvi asılı böyüyürlər və asılı böyüməklərinin səbəbi uşaq olmalarıdır. Uşaq olduğuna görə sən nəyin doğru, nəyin yanlış olduğunu anlamırsan və valideynivi ayırd edə bilmirsən. Övlad deyir, uşaq deyir valideynini seçə bilmir, nə valideynini seçə bilmir, nə də adını seçə bilmir. Və bir yerdə işin ən qəribə bir yanı da odur ki, ayırd edə bilmir. Bu baxımdan da sən müəyyən vaxtdan sonra, müəyyən bir yaşa dolub çatandan sonra əgər ki özündə ayırd edə bilirsənsə ki, bu doğru deyil, yanlışdır, artıq ondan sonra nələrsə dəyişdirə bilirsiniz. Deyir, yaşam koçları insanları niyə hər şey günahkar özümüz olduğunu deyirlər. Hər şey günahkar özümüz olduğunu ona görə özümüz günahkarıq ki, onu mən də deyirəm, özümüz günahkarıq. Çünki sənə incidirlərsə bugünkü gündə, sən özünü qorumursansa, buna da icazə verən sənsən. Yəni, özünü qorumadığına görə günahkarsan. Yəni, filan kəs sənə hər hansısa bir ya fiziki və yaxud da ki, psixoloji şiddət göstərirsə, duyğusal şiddət göstərirsə belə, buna da icazə verən sənsən. Narsistlər niyə görə qurban proqramında olan insanlara manipulyasiya edə bilirlər? Çünki qurban proqramında olan insan hər hansı bir duyğunun qurbanıdır. Və orada həmin duyğuya qurban gedirlər. Məsəl üçün, həmin o insanın sevgisizliyi boşluğu varsa, sevgi boşluğu varsa, hər hansısa bir dəyər boşluğu varsa, həmin o qarşı narsist tərəf onun əslində görmək istədiyi, qurban proqramında olan insanın görmək istədiyi şeyi başlayır ona təlqin etməyə. Məsəl üçün, sən çox gözəlsən, sən çox bacarırsan, sən çox ağıllısan, onun eşitmək istədiyi şeyi deyir, onu özünü asılı hala salır və bir yerdən sonra da özünü asılı hala salandan sonra məlum məsələdir ki, onun manipulyasiyasının manipulyasiyaları əldə saxlayır, istifadə edir öz mənfəətinə görə və bir yerdən sonra və ya fiziki və yaxud da ki, psixoloji şiddətini vurur. Bu baxımdan da yəni onu göstərir ki, sən bir yerdə sənin travman uşaqlıqdan gəlir, sənin sevgisizliyin uşaqlıqdan gəlir və bunu sənə təkrarlayan, bunu səndə hiss eləyib də özündən qurban götürən narsistə sən icazə verirsən. Yəni misal olaraq bunu çəkdim. Yəqin ki, düşünürəm ki, başa düşdün. Ancaq ki, təkcə bu mövzuda yox, hər mövzuda elədim. Təkcə narsist qurban proqramında deyil. Salam, mən uşaq vaxtı gələcəkdə həyatımı nəyəsə belə təsəvvür edirdim. Sanki hər şeyi görürdüm. Gələcəkdə həyatımı nəyəsə belə təsəvvür edirdim. İndiki həyatınızı təsəvvür edirdiniz. Yəni necə? İndiki həyatını təsəvvür eləmisənsə, həmin o həyatı ona görə yaşayırsan da. Şuur altında onu özünə elə proqramlamısan ona görə. Salam Eyaz. Və bir şey də var ki, tam bir
tam da bura qədərini görürdüm. Bundan sonrasını bilmirəm. Əslində bir yerdə sən şuuraltı olaraq həmin ağrından öz proqnozunu vermiş də ola bilərsən. Kəndinə yaşaya biləcəyi, intuitiv olaraq hiss eləmiş ola bilərsən. Yəni bir yerdə də kimdənsə görmüsən o həyatı ki, özündə də elə olacağını düşünmüsən. Yəni o uşaqlıqda sən onu tam dərindən dərk eləyə bilmirsən. Yəni ola bilər ki, onu kimdənsə görmüsüz. İnci yazıb salam, axşamınız xeyir. Mən insanlarla deyir, nə qədər çalışsam da yola gedə bilmirəm. Nə edim axı? Yola getməyin də onlarla. Yəni bir yerdə bir insan əgər mənimlə yola getmirsə, demək həmin o insandan yola getməyə lazım deyil. Sadəcə olaraq onlar olduğu kimi qəbullanıb, bizim kriteriyamıza uyğun olmadığını başa düşüb belə insanlardan qırağa çəkilməyə lazımdır. Yəni mən ona enerji sərf edim. Tutaq ki, sən depressiyadasan, lap ən basitindən deyəcəm ki, tutaq ki, sən pasiyentimsən, mən səninlə seans keçirdirəm və sən seansda nəticə görmək istəmirsənsə və yaxud da hər hansısa bir şeydə boşluqlar yaradırsansa, mən sənlə işləməkdən imtina edirəm. Və istənilən halda məhz bizim keçirdiyimiz konsultasiyalarda məhz onun üçündür ki, pasiyenti qəbul edirəm və onun probleminə baxıram, problemini dinləyirəm və onun sağalmaqda olan motivasiyasını ölçəndən sonra qənaətə gəlmək olur ki, mən bu ilə işləyəcəm yoxsa yox. Və niyə görə bu misalı çəkdim? Həm bəzən sual verirlər, konsultasiya nədir, seansı necə keçirilir, həm də ki, bir daşda iki quş vurduqda deyə, yəni həm də sizə də fikrimi çatdırmaq istəyirdim deyə. Yəni bir yerdə mənə uyğun olandan zaten mən davam edəcəm, mənə uyğun olmayandan davam eləməyəcəm. Sadəcə olaraq sağollaşırsan. Və niyə görə sağollaşmaq istəmirəm, niyə görə davamlı onlarla yola getməyə çalışıram, onlara nəyi sübut eləməyə çalışıram, artıq orada suallar başlayır eləməyə, açılanmağa. Salam, Asya, xoş gəlmişsən, deyir. Salam qaqa, məndə birdən nə? İctimai yerdə boğulma olur. Sosial fobiya yaşayırsınız Elçin bəy. Ona görə boğulma yaşayırsınız. Sadəcə sənəd işdə olan evliliyim var, illərdir davam edən. Yəni zaten Azərbaycandakı bir çox insanlar, daha doğrusu bütün insanların demək olar ki 99%-nin evliliyi kağız üstündədir. Çox aqressiv danışıram, əsəblərimə toxunurlar, ciddən danışdıqları belə qıcıq eləyir. Sən aqressiv ona görə danışırsan ki, onlar səni başa düşmürlər, amma səni başa da düşməyəcəklər axı. Onu qəbullanmalısan ki, yəni o heç vaxt düzəlməyəcəklər. Aha. Mən deyir, cəsarət tapım bu evliliyi bitirə bilmirəm. Tapıb bu evliliyi bitirə bilmirəm. Qarşı tərəf sən qurursuzsan, qalmışam burada deyir. Cəsarət tapmaq üçün həmin o evliliyi bitirməkdə olan cəsarəti göstərməndən hansı duyğudan nədən qorxursansa, o qorxularından sağalmalısan bir-bir. O qorxularınla sağollaşmalısan ki, bugünkü gündəki özgüvəndən cəsarəti təqdim edə biləsən, özünü doğru şəkildə qorumağı bacararsan. Yəni sənin əgər qorxuların varsa, dediyin kimi addım ata bilmirsən, həmin qorxular yəni sizə mane olur, maneəçiliyi törədir. İnci deyir, minnətdaram. Təşəkkürlər İnci, mən də səndən minnətdaram. Səndən mesajca normaldır belə, ailə belə də davam etməliyəm. Normal deyil. Yəni elə də davam etməli deyilsən, ancaq ki, fikir sənin, məsləhət sənin, yəni istənilən halda nə vaxt özünə hazır hiss edirsənsə, nə vaxt özündəki qərara gəlsən ki, mən bu evliliyi sonlandırmalıyım, yəni onda başlaya bilərsən. Və ən əsası dediyin kimi sənin qorxuların var, axı qorxularınla sağollaşsan, qorxularını buraxsan, dediyin kimi davam eləmək yerinə sonlandıra bilərsən. Yəni həyata bir dəfə gəlirsən və bunu nəzərə alaraq anlamalısan ki, özünə işgəncə verərək o evliliyin içərisində özünüzü niyə çürüdürsünüz ki? Əgər bir insan özünü yaxşı, pis heç kimlə müqayisə eləmirsə, özünə rəqib görmürsə, bu insanlar narsist sayılır? Yox. Çünki mən özümü ancaq öz dünənimlə müqayisə eləməliyim. Sən özünü ancaq öz dünəninlə və bugününlə müqayisə eləməlisən. Yəni sən kimlərlənsə özünü müqayisə edirsənsə, sən narsist yox, yetərsizsən, yetərsiz, dəyərsizsən deməkdir. Demək nə vaxtsa da səni davamlı olaraq müqayisə ediblər və sən də tənqid olunmamaq üçün mükəmməl olmağa çalışırsan. Söhbət odur, yəni ki, sən niyə görə kimlərsə rəqib görməlisən ki? Hər kəs öz həyatını yaşayır, hər kəsin öz həyatında belə deyək də öz missiyası var.
Salam Aygül xanım, xoş gəlmisiniz. Deyir, kaş bir çox psixoloqlar bu cür sakit danışmağı bacarardılar. Təşəkkür edirəm. Deyir, mənim deyir, tək qalmaq qorxum var. Düzdür, hal-hazırda da təkəm, amma qıraq elə bir ailəm var. Tək qalmaq qorxusu bizə yüklənmiş qorxudur. Yəni ona aid bir paylaşım eləmişdim səhifəmdə. Bilmirəm izləmisiniz, görmüsünüz yoxsa yox. Tək qalmaq hal-hazırda mən otaqda fiziki olaraq təkəm. Yəni fiziki təkliklə emosional təklik ayrı bir şeydir ki, sənin ətrafında 10 dənə, 100-lərlə insan ola bilər ki, sən yenə də özünü çoxluq içində yoxluq çəkə bilərsən. Yəni özünüzü tənha hiss edə bilərsiniz. Bu baxımdan da yəni sən tək qalmaqdan niyə qorxursan? Sənin daxilindəki tənhalıq nədir? Sənin anlaşılmayan tərəfin hansı tərəfdirsə, qayıdıb o tərəflə özünüzə yanaşmalısınız ki, sənə o qorxu hardan yüklənib, hansı yaş qrupunda almısan tipində. Çünki həmin o qorxu bizə uşaqlıqdan yüklənir ki, valideynlər yükləyirlər tək qalmaq qorxusunu. Yəni nəzərə almaq lazımdır ki, bir qadın hamilə olanda onun hamiləliyi əgər əkiz hamiləliyidirsə, əkiz uşaqlar belə doğuş sırasında tək-tək doğulurlar. Yəni istənilən halda insanın fiziki və ruhsal baxımından tək olaraq doğulurlar. Yəni insanları əvəz eləyənləri olur, amma təkrarı olmur. Bu baxımdan da yəni sən öz təkliyinlə barışmalısan ki, öz tək qalmaq qorxusun səndə niyə var, tək qalanda nə yaşayırsınız? Tək qalanda o qədər insan var ki, beyinlərinin içindəki səsləri susmur, hər hansısa bastırdıqları tərəfləri başlayır çıxmağa və bu baxımdan da yəni həmin insanların özünün bir-bir qorxuları müşahidə olunmalıdır ki, sən nə yaşamısan, o birisini yaşayıb. Çünki hər kəsin qorxu eyni qorxu olur, amma ki, qorxunu qaldıran səbəb eyni deyil axı. Məsəl üçün, ona ən bəsit bir nümunə çəkmək olar ki, əsəbləşmək kortizol hormonudur da, stres kortizol hormonudur. Səni əsəbləşdirən şey fərqlidir, onu əsəbləşdirən şey fərqlidir, mənə əsəbləşdirən şey fərqlidir. Yəni, duyğu eyni konkret bir simptom duyğu olsa da, yəni onu qaldıracaq, tətikləyəcək səbəblər də ayrı-ayrıdır. Xoş gördük. Mən də xoş gördüm. Necəsiz? Yaxşıyam, yaxşı olasınız. Salam, qoşulub danışmaq olar. Nə mövzu haqqında danışmaq istəyirsiniz? Sizə də salam. Xoşdur, bir çox psixoloq yanında olmuşam, hamısı dalaşmışam. Bütün psixologiyanı pozublar. Niyə? Ümumiyyətlə, onların bir başqa da problemi var ki, onlar əslində özləri ilə olan müharibələrini bitirməyiblər. Ona görə də pasiyentə öz rahatçılıqlarını ötürə bilmirlər. Ona görə siz də ruh olaraq onu hiss edirsiniz. Yəni, bu dəqiqə mən sizdən söhbət edəsəm belə, bu dəqiqə bizim ruhlarımız söhbət edir və bir-birimizin ruhuna pıçıldadığımız şey şuurla biz anlamırıq. Və siz qarşı tərəfin əslində özünə olan, mən məsəl üçün deyirəm ki, özünə xeyri olmayan insan mənə səmimi gəlmir. Çünki bu insan özünə xeyri yoxdursa, mənə nə xeyri ola bilər? Yəni, mənə ən azından nə müsbət ötürə bilərdən gedir söhbət. Adam depressiyadadır da, məsəl üçün, neyləyə bilər? Söhbət odur. Fiziki də təkəm, ətrafda heç kim yoxdur. Emosional daha çox təkəm, adi icazə vermir danışmağa. Niyə icazə vermirlər sizə danışmağa? Fiziki olaraq həmin o qorxularınızdan siz dediyim kimi qurtulsaz əgər, həmin o probleminiz də aradan qalxar. Bu da ki, direktdə yazmışlar, bir cavablamadım. Düzü, burada həmin o yazanlar burada yoxdur deyəsən. Amma yenə də səsləndirirəm, əgər qıraqdan görürlərsə eləsinlər. Yazmışdılar ki, maddi durumumuz yerində deyil. Seansı ödənişsiz barədə mövzu sual vermişlər. Seansı ödənişsiz keçirdirəm, ancaq canlı efirdə seansı ödənişsiz formatda keçirdirik. Ondan sonra canlı yayının qeydi reklam olaraq səhifəmizdə paylaşılır. Əgər razısınızsa, maddi durumunuzu nəzərə alaraq sizə həmin güzəşt eləyə bilərəm. Sadəcə canlı efirdə eyni anda sizə canlı efir açırsınız. Mən sizə dəvət göndərirəm, qoşulursunuz və seansa başlayırıq. Yəni, düzdür, mən bu informasiyanı verirəm. Azərbaycandakı bir çox insanlar bu vəziyyətlərə çox hazır deyirlər, təəssüf ki, amma hazır olanlarınız varsa aranızda. Yəni, sizi dəvət edirəm. Deyir, sanki ətrafım hamı məndən imtina eləyib, öz anam, atam belə. Valideynin əslində imtina eləməyə dünən sırağı günümüzdə də bunları müzakirə edirdik sizlə də. Yəni ki, valideyn səndən imtina eləyirsə, zaten valideyn olmağa hazır deyil axı.
bir çox anaları müşahidə edə bilərsiniz. Yəni yaxın rəfiqələrinizdə, nə bilim, hər hansı bir qadınlarda hamilə olurlar, amma deyir mən hazır deyildim. Mən uşaq dünyaya gətirməyə hazır deyildim. Ya nə bilim qaynanasının, ya anasının təkidi ilə abortdan imtina edirlər, amma ki, yəni düz aborta tam da isti baxmıram. Sevmədiyim şeydir abort eləmək. Amma ki, yenə də baxmalar, söhbət ondan gedir ki, hazır olmadıqlarına görə uşaqlarından bezirlər, sanki uşaqlarından bezirlər. O da ki, yəni əlbəttə təbiəti zəhərləyir, insanları cəmiyyətə zəhərləyir. Yəni bir düşün də, valideyn canavar yetişdirir, uşaq yetişdirmə yerinə, şəxsiyyət yetişdirmə yerinə öz travmasını, daha da dərinləşmiş formasını insan yerinə canavarlaşmış bir duyğuda bir insan yetişdirir. Yəni onun cəmiyyətə, xalqımıza, millətimizə nə kimi xeyir olacaq? Canım müəllim, sizə uğurlar. Təşəkkürlər Sandra. Diqqətiniz üçün. Salam doktor, necəsən? Salam Əli, xoş gəlmisən. Yaxşı olasan, sən necəsən? Sənan bəy, mən Allaha bəzən deyirəm, niyə mənə kömək etmirsən? Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət. Onlar bilirəm niyə yaxın durmurlar, qorxurlar ki, boşanıb qalaram üstlərindən. Bax, söhbət oldu, valideyn uşağını artıq kim görür? Valideyn uşağını, nə bilim, azdırmaq istədiyi, çox üzr istəyirəm, azdırmaq istədiyi bir it kimi görür. Yəni ki, doğru yanaşma deyil axı. Deyir, anam düzdür, məni istəməyib, öz deyib neçə dəfə. Əslində, sizə mən səni istəmirəm dediyi şey, əslində özünü istəmirəm deyir. Yəni, səni istəmirəm deyir, əslində öz günahını görür sənə baxanda. Bayaq da qeyd etdiyim kimi, valideyn olmağa hazır olmadığına görə bir yerdə öz çarəsizliyini, bir yerdə öz yetərsizliyini, həmin o uğursuz saydığı və başı daşdan daşa dəyəndən sonra anladığı, o da tam anlamaq da olmur, anlayış da tam sayılmır. Ən azı bir yerdə hiss etdiyi ağrıdan dünyaya gələn uşaqları, cümləni də düzü biraz uzatdım, evlilik uşaq günah kimi görür. Bir insana çox diqqət göstərməkdən özüm bezdim. Qarşındakı insan göydə olur sanki, qudurur, necə buraxım? Bir insana sən diqqət göstərirsənsə, həmin o insan sənin göstərdiyin diqqətdən qudurursa, dediyin kimi, bilmirəm, qudur yazmısınız, yəqin qudurur demək istəyirsiniz, bilmirəm, sadəcə də ağlıma gəldi. Yəni, əgər onunla belə özünü yekə aparıb egosu sığallanırsa, demək o insan zaten özünü o diqqətə layiq görmür. Və yəni sənə də əvəzində onu mənfi enerji ilə qaytarır. Çünki sən özünə sual verməlisən ki, sən yanlış insana niyə görə diqqət göstərirsən, enerji sərf edirsən, özünü fəda edirsən. Sən orada qurban proqramındasan ki, özünü fəda edirsən, heç bir münasibət fədakarlıq tələb eləmir. Sevginin özündə belə fədakarlıq yoxdur. Əgər fədakarlıq adlandırdığınız sevgi deyil. Sadəcə olaraq hər hansısa bir duyğusal alış-verişdir. Yəni mən səni sevirəm ki, sən də məni sevəsən, sevgi deyil. Sən məni sevə bilmirsən, məndən əgər sən sevgi gözləyirsənsə. Söhbət budur. Zaten mənə olan bağlılığın özü orada məndən sevgi gözləməyin olur. Söhbət də budur. Deyir, bəs bunun kökündə nədir? Məndə arada olur ki, kontakt qura bilmirəm uşaqlarla, çox istəyirəm. Uşaqlar bir yerdə sizə güvənmirlər yəqin ki, o güvəni sizdən güzgüləyə bilmirlər. Ya nə vaxtsa hər hansısa bir təcrübəsizlikdən onlara mənfi bir şey yaşatmısınız deyə o güvən qırılıb və yaxud da ki, bilmirəm, mən məsəl üçün Sovet vaxtında, vaxtın dövründə doğuşa, yəni qadının doğuş etdiyi sırada uşağı ayırırdılar, hətta 2-3 gün belə uşağı göstərmirdilər anaya. Və o da bir yerdə, onun özü belə bir yerdə onu boşuna eləmirdilər ki, belə deyək də, valideynlə uşağın arasındakı güvənsizliyi yaratmağa çalışırdılar. Yəni, səbəb o olurdu ki, həmin o xəstə deməyə də sadəcə olaraq mənfi duyğu ilə proqramlanmış uşağı rahatlıqla manipulyasiya eləyə bilirlər. Və indiki dövrdə amma ki, doğuş sırasında atanın da girməyinə icazə verirlər. Çünki uşaq dünyaya gəldiyi andan valideynlərinin onların yanında olduğunu hiss etdiyi anda o sevgini, bütünlüyü görə bilir. O ailəni hiss eləyə bilir, ailələr olmadığını hiss eləyə bilir və doğum haqqı olan xoşbəxtlik enerjisi, yəni belə deyək də, alovlanmağa başlayır. Deyir, qaçırlar o sözlərini deyirlər, dinləmirlər. Əslində bir yerdə siz də onları dinləməmisiniz deyənə.
Ona görə də onlar da sizə eyni şeyi təkrarlayırlar. Çünki bəzən valideynin səbri çatmır, uşaqlar bəzən böyüklərə çox sual verirmiş kimi görünürlər və həmin ərəfədə valideynin səbri çatmır uşağın suallarını cevablamağa və sualı cavablamaq yerinə cümləni belə deyək də bitirmək əvəzinə münasibəti bitirir. Uşağı susturmağa çalışır və bu baxımdan da valideynlə bir yerdə ünsiyyət problemi yaşayan uşaqlar çıxırlar. Yəni üzə. Hamiləliyində deyir, qız olduğunu biləndə küsüb və az yaşlı olub və mənlə elə davranırdı ki, atamın qızıyam. Demək bir yerdə qaynanası tərəfindən sevilməyib, atası da qaynanası tərəfindən sevilmədiyi təqdirdə atanız da ananıza sevgi, diqqət göstərməyib, anasından boşanmadığına görə və bu baxımdan da ola bilər ki, bəzən övlad fiziki göstərici olaraq, sima olaraq ata tərəfə bənzəyəndə, çünki ümumiyyətlə belə bir şey deyim də, sənin atanla ananın da münasibəti sağlam deyil. Ezoterikada belə bir yanaşma var ki, qız uşağı atanın qadın versiyasıdır, oğlan uşağı ananın kişi versiyasıdır. Yəni istənilən halda onların duyğusal düşkünlüklərindən gedir söhbət. Və bir yerdə anan atanla problem yaşayırsa, sənin də onun kopya təkrarcısı kimi gördüyünə görə ona olan nifrəti, onu eləyə bilmədiyi, hünəri çatmadığı şeyə başlayır övladından qisasını almağa. Və o övladını həmin o qurban keçisi kimi, qara qoyun kimi başlayır bəlləməyə. Bu baxımdan da yəni anavızın əslində problemi onun özü ilə və öz taliyə xətti iləndir ki, sadəcə bunu indi sən şüurlu şəkildə nə qədər anlasan belə, şüuraltınız amma onu başa düşmür. Şüuraltınızın onu başa düşməsi üçün həmin duyğunu hiss etdiyin bir an olur ki, həmin anı sən qayıdaraq şüuraltında onları blokajları aradan qaldırırsan və özünün istədiyin fraqmenti ora qoyursan. Və başa düşürsən ki, əslində anavın savaşı, müharibəsi səninlə deyil. Qudurur, deyir, bəli, əvvəl mənə yalvarırdı, sırf həyatında olum deyə, indi arxayın olub və ignora gedib. Başa düşdüm. Qudurmaq dediyiniz şey əslində bir yerdə insanın, bayaq dediyim kimi, özünə layiq görməməyidir. O, insanın diri xarakteri deyirlərdi, insanın vəzifəsi səviyyəsindən üstün olanda onu idarə edə bilmir. Güyana münasibət edirdi. Deyir, həm belə idi, elə 9 il 7 il. Ona görə də bax, yeniyetməlik dövründə övladların valideynlərlə olan münasibətləri bir yerdə onların əslində uşaqlıqlarında valideynlərindən gördükləri duyğunu onlara paralelini qaytarmaqları olur. Məsəl üçün, mənim tanıdığım bir adam var ki, yəni tanıyıram, uşağının üstünə həmişə silahla cumur. Silah burada əslində cumur dedik ki, bıçaqla qorxutmağa çalışır ki, sən nə bilim belə eləyərəm, sən elə eləyərəm. Yəni iyrənc məqamda, amma ki uşaq da bir yerdə o duyğunu anasından görüb deyənə anasına ölüm arzulayır və mən də səni öldürərəm deyə bir yanaşmada yanaşır. Belə baxanda uşaq deyə 10-11 yaşı var. Yəni valideynindən gördüyü duyğunu təkrarlayır. Yəni indi düzü söhbət sizdən iraq, yəni siz o şey eləməmisiniz. Sadəcə misal olaraq bu dərinlikdə həssas mövzunu ona görə çəkdim ki, yəni tam fikrimi tam dərindən çatdıra bilim deyənə. Yəni uşaqlar əslində valideynlərini təkrarlayırlar. Yəni o hətta dini bir misalda var. Peyğəmbər deyir, xurma yeyirsə, uşağına deyə bilmirsən xurma yemə, çünki onu özü də yeyir. Gərək birinci uşağının yeməməsi üçün özü də o şey eləməsin. Yəni bu baxımdan da yəni uşaqlara sadəcə nümunə olmaq lazımdır ki, o deyir nə əkərsən, onu da biçərsən. Yəni birbaşa olaraq elədir. Yəni sən övladına necə davranırsansa, övladın sənə o duyğunu təkrarlayır. Yəni yetimxanaya qoyulmaqla təhdid edilən uşaqlar, internata atılmaqla təhdid edilən uşaqların zaten böyüyəndə valideynlərini qocalar evinə atırlar cəzalandıraraq. Çünki paralelində valideyn uşağının ondan maddi mənəvi asılı olduğunu hiss etdiyi vaxtda, onu çarəsiz hiss etdirərək hədə qorxu gəlirsə, övlad da eyni karmik vəziyyəti duyğunu qaytarır anasına, onun ən azı
yaşlandığı vaxtda, nə bilim, bədəninin sağlam göstəricilərinin azaldığı vaxtda, asılı olduğu vaxtda. Yəni bu baxımdan da həmişə sual verirlər ki, cənnət, cəhənnəm var yoxsa yox? Yəni ölüb qayıtsaydım, baxardım cənnətə gedirəm, cəhənnəmə gedirəm. Yəni nədir, nə deyil onu bilərdim, amma ki ölüb qayıtmamışam deyə onu konkret inkar da edə bilmirəm, amma bilmirəm var yoxsa yox. Ancaq mənim şəxsi təcrübəmə görə cənnət, cəhənnəm insanın bugünkü gündəki vicdanıdır. Zaten sən bugünkü gündə etdiyin şeyin qarşılığını görürsən, yaşayırsan və bu baxımdan da sən deyirək yaxşılıq eləməlisən ki, yaxşılıq sənə qayıtsın. Yəni sən pislik elədikcə pislik sənə qayıdır. Aha. Deyir qısası. Anama dəhşət bənzərliyim var, amma qəbul etmir, deyir. Dəqiqə sual niyə uçdu? Suallar da burada həmişə gəlir, orada belə edirəm, uçur hamısı, bitirirəm bəzən yerini. Aha, anama deyir, dəhşət bənzərliyim var, amma qəbul etmir, deyir, bir oxşursan onun qızısan elə bil. Aha. Anava dəhşət bənzərliyim var, amma anan bibivi qınadığına görə bir yerdə bibivin xarakterik olan hər hansı bir xüsusiyyətini səndə də görür yəqin ki. Və yaxud da nə bilim ən qədər səbəb ola bilər, amma ki mən həmişə deyirəm ki, siz valideyn travmasından sağalmağınız üçün valideynlərinizi qəbullanmalısınız. Yəni hətta misal çəkdiyim bir misal var ki, uşaqlıqda deyirəm, bilmirəm Selena'ya baxmısınız yoxsa yox. Yəni sən valideynin travmasını sağalanda sənin valideynin Tamarıdsa sən Selena olmağı seçirsən. Məsələ odur. Yəni sən ona oxşar olursan, əkizi olursan, amma ki paralelində sənin özündə onun sağlam versiyasını canlandırırsan. Çünki valideyni inkar edə bilməzsən axı. Əli burada yorumu sabit edib. Doktor, ateizm psixoloji xəstəlikdir ya seçimdir? Mən onu xəstəlik kimi görmürəm. İndi hər bir insanın özünün yanaşması var. Düzdür, efirdə o şeyləri misal çəkməyi tam doğru görmürəm. Çünki dərin mövzulara geçsək, onun məsuliyyətinə girişmək istəmirəm. Amma ki, belə bir şey deyə bilərəm ki, hər kəsin özünün yanaşma tərzi vardır. Yəni, hər kəslə hörmətlə yanaşmaq lazımdır. Yəni, həmin o ateist olan insan da bir yerdə nə isə yaşayıb ki, ona da o fərqindəlik gəlib. Mən mütəxəssis olmağı seçməyi nəinki, mən bütün insanlar istəyir psixoloq, psixiatr olsun. Yəni özünü öyrənmək istəyən insanlardılar ki, bir yerdə özlərini sağaltmaq istəyirlər ki, sonra da başqalarını sağaltmağa çalışırlar. Yəni misal da ondan gəlir ki, mən bugünkü gündə bu səviyyə düzdür, burada tam üstünlük alçatma kimi doğru çıxmayacaq, amma ki, yəni bu məntiqə, bu ağla gəlib çıxmaq üçün müəyyən bir periodları keçmişəm ki, bu yerə qədər gəlim çıxım. Yəni həmin o insan da o fikrə gəlib çıxmaq üçün nə yaşayıb, onun böyüməyə tərzi, böyüdüyü mühit, onun gördüyü təkrarladığı duyğular nədir bilmir yaxı. Yəni ona görə onları qınayıb, onları nəyəsə görə diskriminasiya eləmək də doğru deyil. Deyir və hal-hazırda mən ona ayrılaq deyirəm, yox ayrılmaq yoxdur deyib eyni şey edir, necə edim bilmirəm. Sən özünə sual verməlisən ki, sənə dəyərini bilməyən bir insana, sənə dəyərsizliyi göstərən bir insandan niyə ayrılmaq istəmirsən? Siz öz fikriniz var, ümumiyyətlə ananız vasitəçidir, siz qəhrəmansız gəlmişsiniz bu dünyaya. Qulağa səs gəlməyi yeniyetməli dövründə yaranırsa bu nədən olur? Qulağa səs gəlməyi əslində baxır nə kimi səslər gəlir və kimin səsləri gəlir. Bax, şizofren insanları, paranoya keçirdən insanları biraz cəmiyyət dəli kimi baxır, kimlərsə danışan insanlar. Amma əslində onlar məntiqlərən yürüdü insanlar olurlar ki, toplumun kəsimindən tamamilə ayrı insanlarlar. Demək, bir misal çəkəcəyim sizə ilə bu ilə bağlı. Bir kişinin şizofren, paranoyak epizodlar gördüyünə görə aparıb onu stasionara qoyurlar deyəsən, klinikaya yerləşdirirlər və kişiyə psixotrop dərmanlar verirlər. Kişinin gözünə adamlar görsən, onunla danışır, nə bilim, nə edir. Və kişi dərmanın təsiri altında qaldığına görə duyğularını tamamilə dondurur, fərqindəliyi tamamilə dayanır, şüurla nəyinisə analiz edə bilmir, çünki hiss etdiyi duyğunu anlamağına duyğusu donub, çünki ona görə hiss edə bilmir. Və həmin o klinikadan çıxandan sonra kişinin özündə belə bir şey yaranır ki, kişi deyir ki, əslində məndəki bu gözümə görsənən varlıqların deyir, problem olduğunu anladım. Ona bəs sual verirlər ki, necə olduğunu anladınız da, problem olduğunu, siz o real olmadığını necə qəbullandınız? Deyir ki, mənim gözümə deyir, bir qoca kişi görsənirdi, deyir, bir də ki, balaca 6 yaşındakı qız görsənirdi və həmin o 6 yaşındakı qız deyir, neçə illər keçdi üstündən, hələ də deyir, eyni yaşdadır, eyni görünümdədir, yəni böyüməyib. Yəni bu baxımdan buna görə bu nöqteyi nəzərdən yanaşsaq
Bir çox alim araşdırmacıların özlərinin belə özündə şizofreniya, bir meyillilik, nə bilim, şizoid xarakteri olub. Amma indi mövzunu dərinliyinə görə açıqlama verdim ki, yəni səs gəlməyi, səs eşitməyi, hallyusinasiya görüb eşitməyi bir yerdə boşuna olmur. Çünki insanın qulağında müəyyən diapazonlar var ki, insan müəyyən bir şeyə qədər, səs dalğasına qədər səsi eşidə bilmir. Yəni bizim eşidə bilmədiyimiz səslər var ki, onu ancaq şüuraltımız hiss eləyir. Və sən qulaqla eşidə bilmədiyin, qulağın müəyyən bir diapazonunu ötüb keçərəksən hər hansı bir səs eşidirsənsə, o səs sən eşitmirsən, kənardan eşitmirsən, zaten o səs sənin beynindədir. Və sənin şüur altında hər hansısa bir hansı problem varsa əgər, sənə hallyusinasiya kimi gəlir. Məsəl üçün, narkotikdən istifadə edən insanlar şizofreniyə bənzər bir epizodlar görürlər. Yəni bir yerdə gözlərinə nələrsə görsənir və onları tənqid edirlər və elə epizodlar yaşayırlar və yeniyetməlik dövründə yaranmağının səbəbi müəyyən travmanın özü yeniyetməlik dövründə sadəcə tətiklənməyə başlayır ki, hormonların sıçrayışı olur, hər hansısa bir duyğusal, belə deyim də, gözləntilər olur ki, valideynlərdən onun xəyal qırıqlıqlarına uğrayırlar və ən qədər şey saymaq olar burada ki, yəni ondan qaynaqlanmış ola bilər. Yəni istəyir o yeniyetmə olsun, istəyir nə bilim 30 yaşında, istəyir 50 yaşında olsun. Yəni həmin onun beynində olan varlığın ondan nə istədiyinə baxmaq lazımdır. Yəni bunun üçün məsəl üçün keçirilən egzorsiz seansları var ki, yəni pasiyenti oturub qarşımda, probleminə baxırıq, uşaqlığında heç bir problem yoxdur. Deyir ki, oturduğu yerdə seansda deyir ki, kimsə mənə əl vurur. Və kimsə mənə əl vurur dediyi vaxtda biz həmin o varlığı çıxardırıq, həmin o varlığın bunun ya nəslində baş vermiş, nəslində ölmüş bir insanın ruhu ya bunun bədəninə hökm eləyir. Ya da bir yerdə hər hansısa bir varlıqdır. Düzdür, indi bilirəm bəlkə bu informasiyalar bəzilərinə yaddır, bəziləri bəlkə də düşünür ki, bu nə danışır. Amma yəni istənilən halda fakt olaraq var. Yəni məntiqə sığmasa da zaten şüur altında məntiq yoxdur. Amma fakt olaraq var. Bu baxımdan da onu o incə detallı müşahidə eləmək lazımdır ki, olmuşdu elə bir pasiyentim deməyə də sadəcə konsultasiyaya anası qoşmuşdu. Oğlunun 17 yaşı var idi, oğlu bədəninə zərər verirdi. Nə bilim skorob olmuş, gəlib aparmışdı onu, ev qanının içində idi, nə idi. Oğlanla biz konsultasiya elədik. Oğlan dedi ki, atasının, babasının, bir də əmisi oğlunun ruhunu görürmüş gözünün qabağında. Nə bilim, ən çox qış aylarında görürmüş. Nə bilim, oğlanı tənqid eləyirlər, oğlanı söyürlər, oğlanı narahat eləyirlər. Oğlanı konkret olaraq sağalmaq niyyətində deyillər. Oğlanı danışdırdıq. Oğlan dedi ki, bu zamanla keçəcəyinə inanıram. Dedim, tamam, necə istəyirsənsə də, mən də sənin fikir hörmətlə yanaşıram. Anası sadəcə ən çox narahat idi. Anasına da yönləndirdiyim şey oldu ki, yəni əgər bu onu şeyləmirsə, yəni başqa bir yol axtarın. Yəni mənim eləyə biləcəyim bir şey yoxdur. Yəni konkret olaraq həmin oğlanın özü əgər problemi qəbullansaydı, onun da zaten beynində mənim sadəcə oğlanın anasına verdiyim sual oldu ki, həmin dedim ki, deyirsinizsə uşağın əmisi oğlu, nə bilim babası, atası, onlarla uşağın arasında bir belə deyim də hər hansı münaqişə, mübahisə var idi. Dedi ki, hə, var idi. Və bu baxımdan da həmin o paralelində uşağa ötürülmüş olur. Yəni bir şəkildə indi olur. Çünki bax belə bir xanım var idi ki, düz mənim seansım deyildi. Demək, o xanım seansa da girməmiş, sadəcə bir yaxın adamın mənimlə fikir bölüşməsi idi ki, deyirdi ki, xanımın valideyni müraciət etmişdi. Xanımın 25 yaşı olubmuş orada. Xanım şizofren epizodlar keçirdirmiş. Çıxır həyətdə dəftər alır əlinə, başlayır yazır ki, mənim ailəm yoxdur, mən yetiməm, heç kimim yoxdur. Və bu proses bunda nə vaxt baş verir? Bu hamilə olur, hamiləliyində uşağını itirir. Uşağı düşürür, uşağını ölü dünyaya gətirir və həmin onda həmin o proses başlayır. Hə, maraqlı da bir məqamdır ki, həmin bu insanlar bir araşdırıblarmı ki, həmin o uşağın zaten övladını itirən zaten ananın enerjisi aşağıya çökür. Yəni duyğusu, ruhsal enerjisi, vibrasiyası aşağı titrəməyə başlayır. Həmin xəstəxanada hər hansısa bir qəfil ölüm baş veribmi? Həmin ərəfədə qəfil bir insanın rəhmətə gedibmi ki, onun ruhu bunun bədəninə getsin? Yəni onlar artıq bir yerdə mübahisəli mövzulardır. Çünki müəyyən vaxtlarda yəni maraqlı bir müşahidə eləyən olsa, onu tam dərindən müşahidə eləməlidir əslində. Sadəcə olaraq həmin o xanıma psixiatr depressiyaya qoymuşdu ki, sən depressiyadasan, amma halbuki xanım heç özündə deyildi. Ki depressiyanı ona görə qoymuşdu ki, uşağının ölümünə görə üzülüb və ona görə depressiya yaşayır, amma ki depressiyalıq deyil də, o depressiyadan da bir ötə bir şey idi. Deyir ki, gözəl olardı, qoşulub seans etməyə çox qəşəng gəlir. Buyurun, nə vaxt istəyirsə başlaya bilərik. Aha. Sandra deyir, bəli. 91 yeni mesaj yazıb, altda heç birinə baxmamışam. İndi fikir verəməyim, bayaqdan danışıram.
Sandra deyir, niyə gülürsüz? Doktor ateizm, psixoloji, onu cavablandırmışam. Heç yaxud nəsihət verən insanları dinləməyin. Ondan sonra nümunə olanları izləyin. Nəsihət vermək bilsənizə bir şeydir. Yəni mən əgər filan vaxtı filan bir işi eləmişəm, məndə uğursuz alınıbsa, mən müəyyən bir alternativi yoxlamaq xəyalındayam və onu eləmirəmsə, onu başqasına məsləhət görməyə başlayıram, amma ki, nə dərəcədə doğru olurum? Yəni tam sağlam yanaşmada olmur axı. Ona görə yəni nə bilim, sadəcə dediyim kimi, bu qədər ağıllısansa, bəs sənin nəticən hanı? Misalından gedir söhbət. Dəqiqə. Əlim dediyinə suallar qarışdı bir-birinə. Məsələn, mən deistəm, yəni sadəcə Allah inanıram, gerisinə yox. Aha, bəs orada səni narahat eləyir. Yorumları niyə sabitləyirsiniz ki? Onu oxuyacağam da. Çünki yorumları sabitləyirsiniz, o biriləri qarşı, o biriləri hörmətsizlik olur. Dəqiqə. Çünki qarışır, sonra heç birini görmürəm. Yerli dibli deyir, həll edirsiniz məsələni. Biraz yavaşlamaq olar ana mövzusunda. Aha. Sizinlə narahat elədim. Yaşınız neçədir? Yəni qal burada cavab verəcək. Düzdür da cavab verəcəm. Niyə tələsirsiniz ki? Mən buradayam. Niyə səbirsizliyi göstərirsiniz ki? Deyir, salam, astral səyahət doğrudur. Həmişə mənə maraqlı olub bu sual. Doğrudur. Amma mən olmamışam. Sadəcə olanları görmüşəm deyə doğrudur. Özüm olmadığıma görə tam doğru da demək də doğru olmayacaq. Bəlkə çox gecikmişəm ana məsələsini həll etməyim. Yox, gecikməmisiniz ki. Sadəcə problemin indi fərqinə varmısansa, indi hərəkət eləməlisən. İndi də qoyub otursan problemi, gecikmək o vaxtdan başlayır. Mənim şizofren, otistik, kar-kör dostum var, müalicəsi var. Yazdığınız şeyi ciddi qəbul edə bilmədim. Kar-kör dostum var deyəndə neyi nəzərdə tutursunuz? Çünki görmə qüsurlu və yaxud da eşitmə qüsurlu yazsaydınız, bəlkə bir mədəni yanaşa bilərdim. Sadəcə kar-kör biraz, nə bilim. Deyir, hə, düzdür, məntiqlidir, maraqlıdır. Salam doktor, necəsən? Salam Humay, yaxşıyam, yaxşı olasan. Bir insanın səhvlərini deyirsən, o insan səni o hərəkəti ilə incitdiyini bilib təkrar edirsə, nə edək? Konkret olaraq həmin o insanın sırtıq olduğunu qəbullanaraq uzaqlaşmaq lazımdır. Çünki mən əgər evimə, həyətimə oğru girməsin deyə hasarımı 40 daş, lap 50 daşa qədər qaldırıramsa, oğru bir yerdə də öz üzdülüyünə salıb bir yerdə dırmaşmağa çalışırsa, demək mən olduğum əhatə etik bir yer deyil. Yəni fikir vermisiniz ki, Amerikadakı insanların bir-birlərlə qonşuluqlarında aralarında bir hasar zaboru yoxdur. Sadəcə olaraq taxtalardan şeylər qoyurlar hasar əvəzi. Yəni insanların bir-birlərinə olan hörmətin və qarşılıqlı empatiyanı, insanlığın göstəricisidir. Yəni bu konkret dəyərli bir misalı, dərin bir misalı ona görə çəkirəm ki, yəni konkret bir insan sənin sərhədlərinə belə hörmətlə yanaşmırsa, ona görə konkret o insandan uzaqlaşmaq lazımdır. Yəni mənim səhvimi bilərək eləyirsə, demək bir yerdə məni bilərək incitməyə çalışır. Yəni onun nə ixtiyarı var məni incitməyə? Deyir, aha gəldi. Deyir, salam, bayaq biri bu sualı verdi, mənə də maraqlı gəldi. Nə etməli? Hansı sualı? Deyir, dəhşət. Deyir, ay aman. Aydın İskəndərli deyir, bir insanın səhvlərini deyirsən, o insan səni hərəkət ilə incitdiyini bilib təkrar edirsə, nə edək? Onu cavabladım da. O deyir, Bixtərlər ölməz şəkil dəyişdirir. Eyni formatda sualı başqa profil yazıb. Bəs depressiyada deyil, nədir? Depressiya deyil ki, o şeydir, hər hansısa bir, belə deyim də, qurban proqramında olduğuna görə ruhun bədəninə keçmiş ola bilər. Sadəcə ona depressiv psixoz qoymuşdular. Deyir, bezmədən dinləyirəm, necə psixoloqa qulaq asmışam, sıxılıb çıxmışam, burada dincəlirəm. Bol istirahətdə razı edirəm mən də sizə. Belə.
Yəni bu normal bir şeydir. Normal anormal diye bir şey yoxdur. Yəni sən iddia eləyə bilərsən ki, mən Allaha inanmıram. Amma mən Allaha inanmıramsa, mən durub sənin fikir və taxılmağımda nə dərəcədə doğruluq var ki? Normal diye bir şey yoxdur ki, hər şey nisbidir. Yəni hər şey bəzən deyirlər ki, hər şeyin insanın psixologiyasına aiddir. Deyirəm, hər şey insanın psixologiyasına aiddir. Keçən səfərlərdə davamlı 3 seans qoşulan bir oğlan var idi. O oğlanın problemini mən mental olaraq şuur altında həll eləmişəm. Ondan sonra yoxa çıxdı. Mənə maraqlı gəldi ki, görəm bu nəticə aldı, almadı. Heç geri dönüş də eləmədi ki, yəni özü necə hiss edir də, bilmədim nə edir. Maraqlı gəldi, görəm necədir, yazdım, buna əlaqə saxladım. Deyir ki, bilmirəm, deyir, ya hipnozdur mənə dərindən təsir eləmir, ya da deyir, mən özümü aldadırammı, bilmirəm. Deyir, rahatlamışam, amma bir yerdə nəticəmi deyir, görməmişəm. Demək, məsələ nədir? Oğlanın pul qazanmaq problemi var və oğlan hələ də ailəsinə yaşamağa davam edir. Deyirəm ki, istənilən halda hər bir şeyin özü tam hər şey seansda həll olunacaq deyə bir şey yoxdur. Mən səndə problemi mental olaraq şuur altında həll edirəm, amma sən seansda aldığı nəticəni həyatına tətbiq eləməlisən axı. Sən onu tətbiq eləmirsənsə, məsəl üçün mən çox varlıyam seansda, mən çox varlı ola bilərəmmi düşünürsənsə, amma pul qazanmaq üçün heç bir şey eləmirsənsə, o pul bəs sənə hardan gələcək? Yəni müəyyən bir yerdə məntiqi yanaşma ilə baxsaq, sən maddi dünyada da bir yerlərdən keçməlisən. Bu baxımdan da hər şey nisbidir. Yəni gündüz gecə kimi, yəni dünya hansı vəziyyətdə doğru olur? Gündüz doğru olur, yoxsa gecə doğru olur? Yəni əlbəttə ki, biraz qarışıq bir sualdır. Yəni bu baxımdan o sualın özü yersiz olduğuna görə nəyin normal, nəyin yanlış olduğunu da şey eləmək doğru olmur. Məsəl üçün Azərbaycanda qadın evlənməmiş bəkarətinin pozulmağı çox, yəni daşaqalaq eləyirlər həmin o qadını, amma Moskvada, Amerikada bəkarəti uzun müddət bakirə qalan qızlara çuşka kimi baxırlar. Yəni hansı doğrudur, hansı yanlışdır. Yəni istənilən halda Amerikada deyə bilməzsən, Azərbaycanda sən haqsızsan, Azərbaycanda da deyə bilməzsən haqsızsan. Söhbət də bundan gedir ki, hər kəsin özünün müəyyən bir çərçivədə yanaşdığı, anlaya bildiyi dərinlikdə bir doğrusu var. Sadəcə olaraq sən o doğruluğu doğru idarə eləməyi öyrənməlisən. Məsəl üçün ateist bir insanla namaz qılan insan dostluq eləyə bilər. Amma o vaxt eləyə bilər ki, ateist insan namaz qılanı namazdan soyutmursa, namaz qılan insan zorla ateisti namaza gətirməyə çalışmırsa, bir-birlərini olduqları kimi qəbul edirlərsə, nəticədə insandır da, bunu da Allah yaradıb, bu da yaranıb. Və o baxımdan da yəni davam edə bilirlər. Aha. Nərmin yazır psixoloqsuz. Yox, Nərmin psixoloq deyiləm. Yuxarıya yazmışam ki, sən hipnokoç. Nə həkimisiz? Mən ruh həkimiyəm. Ruhunuzda, şuur altınızda olan problemləri aradan qaldırıram. O hamilə dediyiniz qızla danışdınız, deyir, diaqnoz dedi. Mən onunla danışmamışdım. Sadəcə yaxın bir adam vardı, o danışmışdı. Sadəcə mənə aldığı təcrübəsini bölüşmüşdü. Salam, necəsiniz? Salam, yaxşıyam, yaxşı olasınız. Astral səyahət zamanı hara istəsək gedə bilərik, nə istəsək öyrənə bilərik. Astral səyahət, nə bilim, yəni astral səyahətdə özüm olmamışam, özüm eləmədiyim şeyi başqasına necə məsləhət görə bilərəm, bilmirəm, amma istənilən halda özüm məsəl üçün zəhərli göbələk udaraq 7 saatlıq, 8 saatlıq seansda olmuşam. Məsəl üçün normal hipnoz seansında olmuşam deyə onlardan misal çəkə bilirəm. Yəni eləmədiyim bir şey tam deyə bilmirəm axı. Necə gözəl dediniz, nə ixtiyarı var səni incitməyə, necə gözəl ifadə etdiniz, bəlkə səhv məndədir. Əlbəttə ki, yəni bir yerdə mən səni incidirəmsə, sən məni incitirsənsə, özümü qoruya bilmədiyimə görə mən günahkaram. Yəni kimlərisə bağışlamaq, valideyni bağışlamaq, sənin nə ixtiyarın var ki, anava, atava yaxud da məni bağışlamağa? Sən sadəcə düşünürsən ki, mənə zərər verdiyinə görə və mənə zərər verdiyinə görə, mən bunu özümə icazə verdiyimə görə özümdən üzr istəyirəm. Yəni özünü bağışlamaq, özündən üzr istəmək budur. Sən özündən üzr istəyirsən ki, filan kəs mənə vuranda, filan kəs mənə bir şiddət göstərəndə mən ona icazə vermişəm. Nə osteopatiya münasibətinizi? Siz özünüz hansı dini qəbul etmisiniz?
Onun buradakı heç kimə aidiyyatı yoxdur. Yəni bu tamamilə mənim üçün sakral bir mövzudur ki, bu müzakirəyə açıq deyil. Mənim mənsubiyyətim. Deyir, salam, yoldaşıma söz deyirəm, sadəcə susur, dinmir ya da görməzdən gəlir. Niyə? Çünki sən özünü görməzdən gəlirsən. Uşaqlıqda sənin söz yerinə saymayıblar, səni dəyər verməyiblər, şəxsiyyət kimi görməyiblər. Sən də özünü görmürsən və özünü görməyən insanı heç kim görmək istəmir, görmür. Salam doktor, nevroz sudurğa verə bilər? Bilmirəm. Salam, verə bilər, verməyə də bilər. Çünki nevroz tamamilə sinir sisteminin oyaqlığı, çox şiddətli şəkildə bir oyanıqlığıdır, amma sudurğa tamamilə başqa bir şeydən qaynaqlanır. Nevrozdan qaynaqlanmasını bilmirəm. Mübahisə sonunda günah səndə deyil, məndə də deyirsə bu nədəndir? Ya doğrudan da günahını başa düşür. Mən əgər özümdən əminəmsə, sən mənlə dava edirsənsə, durduq yerə dava çıxardıb sonra məndən üzr istəyirsənsə, əlbəttə ki, mən də bu normal başa anlayacağam ki, demək insan problemini başa düşüb və bir yerdə məndən üzr istəyib. Yəni bunu normal qəbul edəcəm. Amma bir yerdə mübahisədə mən özgüvənsizəmsə, özümə güvənmirəmsə, özümə şübhə edirəmsə, deyəcəm ayda məni niyə görürsən bu elə dedi. İndi öz ağlınca bəlkə məni alçaltmağa çalışır ki, böyüklüyü məndə qalsın, boş-boş başlayacaq fikirlər yaranmağa ki, o da doğru deyil axı. Amma ki, minnət qoymuş da ola bilər, bayaq dediyim kimi sizə. Deyir, bəkarət əxlaq göstəricisi deyil, amma müasirlikdir deyib hər sevirəm deyənlə də olmaz. Əlbəttə ki, o fikirlə razıyam. Yəni, bəkarət deməyə görə də əxlaq deyil. Amma ki, sadəcə olaraq bir şey var ki, müasirli insanlar özünü, bədənini göstərmək, bədənini təbliğ eləmək üçün başa düşürlər ki, müasirlik odur. Amma Avropada, Amerikadakı küçədəki gəzən insanlara baxsınız, onların geyimləri tam bağlı şəkildə olurlar. Yəni, bədənlərini az nümayiş etdirirlər. Və bir şey də var ki, bir şey də qeyd edeyim ki, müasirlik əslində insanın yerində addımlamadan inkişaf etməyidir psixoloji baxımdan və hər hansısa bir öz inkişafında gələcəyinə sərf etdiyi investisiyadır. Sadəcə olaraq insanlar investisiyanı, müasirliyi tamamilə başqa cür başa düşürlər. Aha, deyir, yorulduz ey. Bu aralar başdan xarablar çoxalıb. Nə bilim, sadəcə olaraq istəyir hər hansısa bir xəbərlərdə olsun, hər hansısa bir şeyləri paylaşırlar, deyirlər, məsələn, filan kəs öldürdü, filan kəs belə elədi. Onlar həmişə olurdu, onlar hər zaman vardı, sadəcə olaraq indi yaymağa başlayırlar. Bu baxımdan da, yəni, yəqin ki, başa düşdünüz nə demək istəyirəm. İnandırım sizi, o insan dəfələrlə üzr istəyir, ancaq yenə eləyir, artıq bitirmək üçün çabalamalıyam. Səndən üzr istəyən insanı sən bağışlayırsansa, artıq onun növbəti dəfəki sənə vuracağı zərbəyə ona icazə vermiş sayılırsan. Bu baxımdan da, yəni, onu eləmək doğru deyil. Səndən üzr istəyən insan səhvini başa düşmür, sadəcə səndən mənəvi olaraq istifadə etdiyinə görə, enerji aldığına görə sənin eşitmək istədiyin şey deyir, amma özü doğrudan da o dediyi şeylər səmimi deyil. Salam və şüuraltılara inərək bütün xəstəlikləri sağaldıq. Anlamadım. Sağalır sağalmağına görə sual kimi verirsinizsə, hə. Hə, sağaltma olur, bəli, olur. Deyir, tamamilə real. Öz fikrinizi soruşuram. Homoseksuallıq anadan gəlmədi, ya nədənsə yaranır. Homoseksuallıq iki cür olur. Anadan gəlmə ayrıdır. Sonra belə deyim də, genetik səbəbdən epigenetik səbəb var. Genetika həmin gendən gələn, nəsildən gələn prosesdir. Nəsildən gələn də demək də hər hansı bir müəyyən bir səbəblərdən qaynaqlanır, onun da səbəbləri var. Ancaq epigenetika artıq həmin genetikada olmayan, amma həmin gendə uşaq dünyaya gələndən sonra müəyyən travmalardan sonra qaynaqlanan bir şeydir. Yəni, əgər hər hansısa bir insan hormonları, məsəl üçün filan kəs kişi də olub, qadın da olub, qadın doğulan insanın qadınlıq hormonları varsa, amma bir yerdə cinsi orientasiya baxımından həzzi öz həmcinsində görürsə, demək onun problemi öz şüuraltısındadır. Amma ki, o qədər insan var ki, baxırsan ki, ona Hacı Şahin belə hətta təsdiqləyib ki,
həmin o insanın özü anadan gəlmə olaraq dünyaya gəlibsə, o trans əməliyyatı eləyə bilər. Sadəcə olaraq mən bir məqamı səsləndirəndə insanlar biraz çaxnaşmaya düşürlər, qəbullanmaq istəmirlər. Çünki bəzilərinin də daxilində qadın kimi görünsə də, kişi kimi görünsə də bastırılmış homoseksuallıq yatır denən dediyim şeylər bəzilərini incidə bilir. Amma belə bir şey deyim də sənə, bir insan əgər homoseksualdırsa və homoseksuallığı Allah insanı belə yaradır kimi qəbul edirsə, bəs cəmiyyət niyə görə onu qəbullanmır? Yəni cəmiyyətin bunları qəbullanmağı o demək deyil, gedib sən nəsə eləməlisən, onlardan nəsə şərait yaratmalısan, nəsə eləməlisən, təbliğ eləməlisən. Sadəcə olaraq Allahın yaratdığına da yaradılış kimi baxmırlar axı. Və onun da travmadan qaynaqlandığını qəbul edirlər. Söhbət də bundan gedir. Deyir, ən gözəli bir insanı buraxmaq üçün nələr etmək lazımdır. Həmin o insanı niyə görə buraxa bilmirik və bizi ona bağlayan öz duyğusal boşluğumuzu aradan qaldırmalıyıq. Narsizm nədən yaranır? Narsizm insanın böyüməməyidir, psixoloji olaraq uşaq qalmağıdır ki, həmin o insan niyə görə məsuliyyətindən qaçır. Məsəl üçün, uşaqlıqda səhv etdiyinə görə döyülən, cəzalandırılan uşaqlar artıq döyülüb cəzalanmamaq üçün səhvlərini başqalarını yıxırlar və beləliklə də narsizm yaranmağa başlayır. Yeri başa düşdüm. Bildi belə başa düşəcəksən. Aha. Deyir, mən qadınam, amma səsim qalındı, xasiyyətim də kişi xasiyyətimə oxşuyur. Mənə deyirlər hormon pozğunluğu. Bilmirəm, yəni hormonlarınızı yoxlatdıra bilərsiniz, amma istənilən halda qadının səsinin qalın olmağı bir yerdə öz qadınlığının iyrənməyidir və buna görə də yəni bir yerdə özlərini qadınlıqlarını nümayiş etdirməkdən utanırlar. Özlərini kişi kimi göstərməyə başlayırlar. Yəni ki, qadın niyə görə kişi kimi qadın olmalıdır? Yəni insanlar onu tam dərk edib özlərini dəyişdirənə qədər, daha doğrusu dəyişdirməyənə qədər də o problemləri yaşayırlar. Deyir, Sənan bəy, bir insanın şüur altından çıxartmaq üçün və həyatından çıxartmaq üçün nə edək? Dediyim kimi, həmin o insana sən hansı şüur altı proqramla onu özünə cəlb edirsə, o duyğudan, proqramdan dəyişməlisən, sağalmalısan. Yəni ki, əgər ən basitindən deyəcəm ki, qızların partnyorlarına olan problemləri anaları ilə, ataları ilə olan problemlərdir ki, oğlanlarda da anaları ilə olan problemlər. Yəni anaları necədirsə, oğlanların qarşısına anası kimi bir partnyor çıxır. Niyə görə? Bu niyə görə olur? Çünki uşaq dünyaya gələndə ər-arvad münasibət olaraq atasını, anasını görür və uşaqlarda şüur altında normal standart budur kimi formalaşmağa başlayır. Və sən hər hansısa bir valideynin duyğusunu kopyalayıb həyatına çəkirsənsə, qayıdıb o rol modelini şüur altından dəyişdirməlisən. Yəni bizim çünki şüur altı duyğularımız bizim instrumentlərimiz kimidirlər. Bizdə instrument olduğunu görə sənə drill varsa divar deşmək istəyəcəksən, çəkici varsa nə bilim nəsə mismarlamaq istəyəcəksən. Bu baxımdan da sənin şüur altında hər hansı bir duyğu varsa, onu yaşayacağın bir situasiyaya avtomatda səni salır. Yəni sən nə qədər desən də ki, mən benim axmağam, mən bu şeyi bilə-bilə eləyirəm, amma ki sən heç onu elədiyin anda, onu həyatına çəkdiyin anda heç özünü şüurlu şəkildə belə özündə olmursan. Çünki şüur altı səni başlayır özünü çəkməyə, həmin situasiyaya itələməyə. Narsizm nədən yaranır? Zəhmət olmasa bir də deyərdiniz, mən eşitmədim bu sualın cavabını. Narsizm insanın uşağa öz məsuliyyətlərinin öyrədilməməyindən qaynaqlanır və uşağı aşırı şəkildə abartılı tərifləməklərdən. Yəni əgər bir insan uşaqlıqda etdiyi səhvə görə çox şiddətli cəzalandırıblarsa, həmin o uşaq cəzalanmamaq üçün səhvini yalan danışmaqla ört-basdır eləyir və səhvini kimlərinsə boynuna yıxmağa çalışır və əlbəttə bu bir yerdə narsizm yaradır. Və narsist insanlar psixoloji olaraq böyüməmiş insanlardılar. Məndən ayrılan insanı unutmaq üçün özüm nə edə bilərəm? Çünki çox pisəm, hər gün ağlayıram. Səndən ayrılan bir insanı unutmaq üçün ola bilər tərk edilmişi qəbullana bilmirsinizsə, tərk edilməklə bağlı və yaxud da hər hansı bir atılmışlıq hissi, lazımsızlıq, dəyərsizlik duyğusundan sağolmalısınız. O duyğularla sağollaşandan sonra sizin bugünkü gündəki məyusluğunuz aradan qalxır. Yəni bir peşəkar yardım almalısınız. Həsən deyir, oğlum özgüvəni aşağıdır. Necə edim ki, özgüvənli olsun? Bir ailədə qadın xoşbəxtdirsə, ana xoşbəxtdirsə, ana özgüvənlidirsə, uşaqlar da özgüvənli olurlar. Ana əgər özgüvənli deyilsə, ananın
belə deyək də qanadı qırıqdırsa, uşaq da qanad açmağa özünə layiq görmür. Bu baxımdan da valideyn olaraq özünüz sağlam nümunə olmalısınız. Amma belə dediyimdə baxın da ya özünüzdən başlayaraq, ya da uşaqlarınızdan başlayaraq özgüvən problemi çox şiddətli dərəcədə bir mütəxəssis yardımı almalıdırlar. Sadəcə onlara sən bacarmazsan, səndə alınmaz, sən eləyə bilməzsən kimi şeyləri yerinə onları dəstəkləyəcək, onların arxasında olduğunu hiss etdirəcək bir təlqinlərlə yanaşmalısınız. Düzdür, anam həmişə atamı deyir sevməsə belə yaşadı onunla, atam isə həmişə anamı incidirdi, mən təkrar edirəm. Bax da elə o döngüdür, o döngünü sən şüur altındakı uşağa izah eləməlisən ki, anavın yaşadığı tali onun öz qurban proqramından irəli gəlir. Yəni mən onun qara cehizini öz gəlinliyimə qoymalı deyiləm. Demək, narsistlərin bir günahı yoxdur, valideyn faktoruna yaranır. İstənilən halda, yəni bütün insanları ona görə oturub istəmək doğru deyil də. Bir insan özü adam öldürəndirsə, bir insan özü nə bilim homoseksualdırsa, bir insan özü narsistdirsə, bir insan sadistdirsə, nə bilim qatildirsə belə o cəmiyyətə belə analar yetişdirir də. Amma filan kəs travmalıdır, ona görə onu bağışlamaq olar, doğru deyil. Travmalısa travmasından sağalmalıdır. Yəni ki, mən bugünkü gündə gəlim sənə zərər verim, deyim mənim travmam var uşaqda, bir sən də var, mənim uşaqda belə incidiblər, ona görə qisas almaq istəyirəm. Yəni deyəcəklər ki, başdan xarabsan sən, problemin fərqindəsən, problemini aradan qaldırmırsan. O baxımdan da hər kəsə valideynləri günahkar deyərək də anlayış göstərmək lazım deyil. Yəni mən özüm belə pasiyenti seçirəm. Mənə ehtiyacı olan insanlarla işləyirəm, mənə ehtiyacı olmayan insanlarla işləmirəm. Yəni bir insanın mənə ehtiyacı varsa, demək bir yerdə mənə ehtiyacı olursa, çox olur. Psixoloqdan sonra müraciət edirlər, psixiatrdan sonra müraciət edirlər və baxıram ki, mənə çatana qədər müəyyən periodlardan keçir həmin adam ki, mənim verəcəyim informasiya, mənim verəcəyim duyğuya hazır olsun. Və bu baxımdan da həmin o insanlar ancaq bir-bir işləyib qurtarmaq olur, xilas eləmək olur ki, bu insan zaten problemini qəbullanır və problemindən qurtulmaq istəyir. Yəni bir düşün də, bir uşaq, bir kişi, bir adam, bir insan, yəni insan da demək olmaz ona, qayıdıb hər hansı bir uşağa təcavüz edirsə, mən travmalıyam demək nə dərəcədə doğrudur? Yəni uşaqlıqda mənə məsəl üçün bu qaynaqlanıb desə də. Deyir o zaman səndən bir ana elə tərbiyə edib deyə o narsist olubsa, yəni özündən asılı deyilsə o insana nə edək? Sən sualı niyə görə verdin? Sən əslində bu sualı bilsən niyə görə verirsən? Həmin o insanın günahkar olmadığını görüb onu yazdığın niyə gəldi sənin indi? Problem odur ki, sənin indi həmin adama yazdığın gəldi. Niyə? Yəni anasını yetişdirə bilmədiyində sən niyə analıq eləməyi düşündün? Azə deyir, sağ ol, qaqam. Uy. Aha. Məni sevəni incidib səni sevirəm deyib əsəb verən biri ilə özümə əsəb edirəm. Baxın da, yəni o deyir, insandır özünə vurduğu ziyan, ona heç kim vurmur. Bu baxımdan da, yəni səni sevəni incitmək bir elə sənin öz dəyərsizliyindir ki, sən o səni sevəni qəbul etmirsən. Belə bir cümlə var, hə. Deyir ki, insandır onu sevən yox, onu sevməyən insanı sevməyə başlayır. Amma ki, mən sevdiyim insanı sevməliyəm. Mən niyə görə məni sevən insanı sevməliyəm ki? Məni sevən insana mən əgər heyranlıq duyuramsa, demək bir yerdə mənim özüm sevgiyə möhtacam. Məni hamı sevə bilər, nə var ki orada? Onu anlamaq üçün, onu tam dərindən deyib qəbullanmaq üçün sən özün sevgisizlikdən sağalmalısan. Yəni o deyir dənizdə deyir 2 nəfər boğulur. Biri səni sevəndə, biri səni sevdiyində hansını xilas edərsən? Əlbəttə ki, sevdiyi. Yəni şərait tapırsansa ikisini də xilas edin, amma ki, təbii ki, sevdiyi. Deyir, bəlkə çox sual verirəm, amma inanın çox qəşəng gəlir danışmağınız. Təşəkkür edirəm. Yox, çox sual vermirsiniz. Zaten canlı efirimiz sual-cavab formatında keçirilir. Yəni suallarınızı verməkdə sərbəstsiniz. Narsistlikdən tam sağalmaq olmur axı. Sağalmaq olur, amma narsist insan mənim qarşımda oturursa və deyirsə ki, mən bundan qurtulmaq istəyirəm, onda olur ki, o özü problemini anlayırsa. Amma problemini dərk eləmirsə, narsist olduğunu anlamırsa, onu həyat yoldaşı mənlə görüşdürməyə çalışırsa, anası mənlə görüşdürməyə çalışırsa, yəni onu qəbul edə bilmirəm, eləmirəm də. Ki, o çünki nəticə də görməyəcək. Deyir ki, mən narsist elə, mən neynirəm ki, benim.
Deyir, bilmirəm Sənan bəy, mən eləyəm, hə, hamıya qarşı. Ola bilər ki, uşaqlıqda ilk dəfə atanıza yazığınız gəlib. Ona görə atanıza düşkün bir qız olmusunuz. Yəqin ki, ananızın atanıza hər hansı bir haqsızlıq elədiyini düşünür. Atanıza yəqin yazığınız gəlib. Çünki bir yerdə həmin o məsuliyyəti kiminsə məsuliyyətini özünə götürmüsən. Əgər qarşı tərəf aylardır bloka atıb, amma yolda işdə gülür və ya başqalarına ümid verirsə, anlamadım sualı. Qarşı tərəf səndən aylardır səni bloka atıb ayrılıb, amma başqası birisindən danışır, gülürsə, yolda işdə hə səninlə danışır, gülür, baxışlarına ümid verirsə, səninlə oynayır da. Yəni konkret olaraq o insan nə istədiyini anlamır. Özünü güvənmir denə, verəcəyi qərardan peşman olar qorxusu var. Ona görə də bir yerdə istəyirəm eləyə də bilmir. Səbəbi nədir bu xasiyyətimə? Ha, onu cavablandırdım. Məni sədir düzləyirsiniz. Əgər qarşıda oxumuşam. İndi kiçik bir köməkli edin mənə. Hörmətsizlik edən birinə necə rəftar edək və şuurumuzda öldürək. Şuurumuzda yox, şuur altımızda həmin o bizə hörmətsizlik eləyən insan, bugünkü gündə bizə hörmətsizlik eləyən insan bugünkü hörmətsizlik deyil. Bizim şuur altımızda, uşaqlığımızda baş verən hər hansı bir insanın hörmətsizliyini tapıb ona sərhəd qoymağa, onun duyğusundan arınmalıyıq. Yəni ki, bu da ki, təbii ki, terapiya anında baş verə biləcək prosesdir. Sual yoxdur başqa. Bayaqdan sualları çatdıra bilmirdim, indi sual yazmırsınız. Bax, mən indi o terapiyaya necə gəlim, harda olur? Mən seansları onlayn formatda keçirdirəm, çünki Bakıda deyiləm mən. Yəni, canlı qəbul edirəm. Prosta Mingəçevir şəhərində fəaliyyət göstərirəm. Yəni, uyğun olursa, burada da gələ bilərsiniz, canlı görürsünüz. Ancaq ki, onlayn formatda fəaliyyət göstərilir. Əgər sizə də elə uyğundursa, baxın da. Paxıllıq hissindən necə azad olmaq olar? Öz dəyərinizi anlamalısınız. Öz dəyərinizi dərindən, özünüzü qəbul edərək öz dəyərinizi bilməlisiniz. Yəni, sən özünə dəyər vermirsənsə, belə deyək də, öz dəyərini səndən dəyərli gördüyün insanların qarşısında özünü yetərsiz hiss eləyəcəksən, dəyərsiz hiss eləyəcəksən. O baxımdan da özündəki dəyərsizlikdən qurtulmalısan. Hər şeyi çox gözəl izah edirsiniz. Təşəkkür, bilirəm. Deyir, onlayn gözəldir. Mən də Bakıda deyiləm, ödəniş nə qədərdir? Ödənişi siz mənə şəxsi məlumatlardan, yəni əlaqə nömrəsindən, WhatsApp üzərindən əlaqə saxlayıb yazarsınız, direktdən yazarsınız, sizə məlumat veriləcək. Öncədən də sizinlə onlayn görüş keçirilir. Konsultasiya deyilir buna. Pasiyentin qəbulu da daha dərindən müşahidə edilir və ondan sonra yəni bütün məlumatlar sizə verilir. Aha. Deyir, atam da deyir, narsistdirsə, yoldaşım da narsistdirsə, ata evinə getmədinsə, öz evində qalmaq düzdür uşaq üçün. Salam Məryəmova. Ata da narsistdirsə, yoldaşın da narsistdirsə, sən atavın narsistliyində özünə götürdüyün qurban proqramından sağlanmalısan. Sən qurbansansa, uşağın da sənin kimi qurban olmağı kopyalayır. Yəni, ata evinə öz evində qalmaq yəni eyni şeydir. Yağışdan çıxıb yağmura düşmək kimidir. Zaten bütün toksik evliliklərin hamısı öz ailənizdə aldığınız travmaların təkrarı getdiyiniz, ərə getdiyinizdə də nə bilim, ailə qurduğunuz şeydir. Ailədə təkrarını tamamlayırsınız. Bu baxımdan da yəni ayrı bir yerə çıxmağı niyə görə düşünmürsünüz? Çünki uşağınız da qız uşağıdırsa temboyda bir yerdə atasının uşaqlar böyüyəndə uşaqlar zaten hər şeyi hiss edirlər. Uşaqlar zaten ailələrin arasındakı soyuqluqlara da hiss edirlər. Yəni uşağınız müəyyən yaşa çatanda mənim qızınız var, oğlunuz var. Yəni belə deyim də, əsas da qız uşağı olanda anasının, atasının həmin o atasının anasına göstərdiyi həmin o hörmətsizlikdə əgər həmin o uşaq görsə ki, anası boşanmır, anası bir tədbir görmür, özü də onun normal olduğunu düşünür və bir yerdə özü də elə bir şəraitə düşür. Yəni belə olanlar da var. Deyir, mən heç kimi istəmirəm, qonaq gəlməsini istəmirəm. Ona nə deyirsiniz? Özünüzə güvənmirsiniz yəqin ki. Ona görə.
Çünki həmin o qonağın sizin dalınızda olan ya yaxud da üzünüzə qeybət eləməyindən qorxursunuz yəqin ki. İnsanın bir sevgisinə şübhə edib o insanı bezdirmək üçün qorxu hissi var. Nə bilim, mənlə oynayır düşüncəsi. İnsanın sevgisini bax, mən əgər doğrudan özümü sevirəmsə, qarşı tərəf məni seçmək istəmirsə, demək mənim seçimlərim yanlışdır ki, mən özümə qayıdıb baxmalıyam. Amma qarşı tərəf də mənim bəlkə sevgimi özünə layiq görmür. Yəni mən sağlam sevgi verirəmsə, o bəlkə özünü o şeyə layiq görmür. Çünki sizin əslində özünüzün qarşı tərəfi itirmək qorxunuz var. Dərin dəyərsizlik yaşayırsınız bir yerdə. Əsasən qısqanclığın kökündə belə insanın, qadının da kişinin də öz dəyərsizliyi yatır. Yəni mən kifayət edəcək partnyor deyiləm ki, məndən başqasına baxar birdən və onu itirmək qorxusunu yaşamaq ondan qaynaqlana bilir. Mənim də atam yoldaşımdan betər narsistdir. Aha. Deyir, mən səhər işə durmalıyım, amma oturub gözəl dinləyirəm. Siri deyir, təkliyi sevmək nə vaxt özgüvənsizlik olub? Mən benim təkliyi sevmək özgüvənsizlik olub dedim. Siz diqqətlə qulaq asmırsınız, amma mühakimə eləmək üçün də 5 açılan kimi ortaya atılırsınız. Müvəqqəti birlikdə yaşayıb, şərait qurub ayrılmaq, atam addım evdə olur, yoldaşım deyir, səhər gedib axşam gəlir. Yəni klassik Azərbaycan ailə həyatıdır əslində. Amma ki, müvəqqəti birlikdə yaşamaq da baxın da, yəni belə deyim, çünki sizin konkret yaşadığınızı bilmirəm. Çünki müəyyən bir qərarları vermək üçün də sən müəyyən bir periodlardan keçməlisən və o periodlar sənin şüur altındakı duyğulardan qaynaqlanır. Deyir, tək qalmaq istəyirəm. Deyirəm, mən istədiyim insanlar olsun. İnsanlara qarşı seçicisiniz də. Bir yerdə insanların sizə mənfi yanaşmasından qorxursunuz ona görə. Çünki evinizə gələn qonaqlar sağlam qonaqlar olmadığına görə istəmirsiniz də gəlsinlər. Amma ki, yəni evim mənim evimcə, mənim istəmədiyim qonağın mənim qapımda nə işi var? Rahatlıqla qapımı döyürsə, qapıda qoyacağım onu, qalacaq qapıda. Çünki ümumiyyətlə qonaq getməyin də bir mədəniyyəti var ki, sən bir evə xəbər vermədən qonaq getmək də etik olmur. Yəni əlbəttə ki, o qonağı qəbul etmək lazım deyil. Yəni bəhanələr olur ki, buradan keçirdim və yaxud da ki, sürpriz eləyirdim. Yəni sürpriz niyə görə eləyirdin ki? Sənin mənə sürpriz eləməyə ehtiyacın niyə var? Ad günüm deyil, bayram deyil, seyran deyil, enişdən belini nədən öpdü. Abi, mən dəhşət deyir, aqressiv hiss edirəm, səbəbsiz aşırı enerjili oluram, səbəbsiz bəzən də depressiv. Duyğu dəyişimində əslində affektiv pozuntudur. Dedikləriniz bipolyar pozuntuya da bənzər bir vəziyyətdə epizodlarla bəzən depressiv hiss edirsiniz, bəzən də çox enerjili dediyiniz məqamlar, amma ki, depressiya əlamətdə ola bilər. Yəni konkret kontrol edilməlisiniz, müşahidə olunmalıdır vəziyyətiniz ki, niyə görə duyğularınız stabil deyil və niyə görə duyğularınıza güvənmirsiniz ki, stabil yaşaya bilmirsiniz. Bəli, itirmək qorxusu, bir anda düşünürəm, itirsəm elə uzaqlaşmaq lazımdır, çünki hörmətsizlik çox olur. İtirmək qorxusunu bizə uşaqlıqda yükləyirlər, çünki itirən insan, itirmək yəni burada tərk edilməkdən çıxır da, itirməkdən ona görə qorxursan ki, özünü günahkar hiss edirsən. Bu da valideynlərin bizə yüklədiyi ən iyrənc bir məqam olur ki, uşaqlarına deyirlər ki, nə bilim, sən məni incidirsən, mən öləcəyəm və ya tək qalacaqsan, ağlın başına gələcək, ya da səni tək qoyub gedəcəyəm və uşaq tək qalmağı cəzalandırılmaqla düşünür və ondan sonraki həyatında partnyorları onu tək qalanda düşünür ki, ayda mən harada səhv elədim görəsən ki, bəlkə mən səhv eləmişəm, ona görə mənə atdı getdi kimi düşüncələr başlayır yaranmağa. Yəni o da uşaqlığın travmasının təkrarlanması olur. O insan öz atasından çox şiddət və əsəb görüb, sevirəm, ölürəm, hər şeyim sən deyir, amma hərəkət deyir, qohumda axı necə qapıda qalsın, olsun da qohum. Qohum mənə hörmət eləmirsə, məni şəxsiyyət kimi görüb qabaqca xəbər eləmirsə, mən niyə görə ona görə tələm-tələsi, mən hamamdan çıxıramsa, mən niyə görə tələm-tələsi ona görə əynimi geyinməliyəm? Asi deyir, ay Allah. Deyir, niyə gülürsünüz? Belə olmaz, mən sizə danışıb məsləhətlər almalı, necə xoş oldu, bilməzsiniz. Təşəkkür edirəm, mənə də xoş oldu və sizi mən inandıra bilərəm, inandıra bilmərəmmiz. Sizin kimi insanları cəmiyyətdə görmək də mənə çox xoş gəlir. Yəni, ən azından bilirik ki, insanlıq ölməyib, ölkə tam ölməyib.
Çünki istəyir Azərbaycan olsun, istəyir Bakı olsun bir yerdə bozdu. İnsanlar boz olublar. Standart olublar. Aha. Sizcə qismət deyilən şey varmı, yoxsa öz əlimizdədir? Öz əlimizdədir. Yəni qismət bilirsən nə vaxt olur? Sən yatırım edirsən, nəticəni gözləyirsənsə. Yəni mən bir yerdə əgər taley yası dedikləri şey əslində insanın özünün şüuraltısının proqramıdır. Bayaq necə danışırıq ki, uşaqlıqda travması olduğuna görə narsist bir insanla bir yerdə olur, düz. Yəni bu onun necə taley yazısı ola bilər? Axı bunun taley yazısı şuur altında zaten bunu bəxtini bağlayıb valideynləri. Ya bilərəkdən, ya bilməyərəkdən. Deyir, ay sağ Allah məni öldürsün, canımı qurtarsın deyirlər analar. Deyirlər də, prosta onu da əslində bir yerdə şey eləmək üçün deyirlər, dediyim kimi günahkar hiss etdirmək üçün. Yəni deyir, analar uşaqlarına deyir, səni görüm sənin özün kimi övladın olsun. Onun tərcüməsi əslində mən səndən cəzalanmışam, sən də cəzalanmağı istəyirəm deməkdir. Bir yerdə nə bilim şeydir, oxşamısan oxşamışlarıma, yəni oxşamışlarımı vaxtında qınamışam və qınadığımı yaşayıram deməkdir. Və yaxud da ən çox valideynlərin uşağının özgüvənini qıran bir söz var ki, mən ölsəm səndən nigaran gedəcəm. Yəni səni kifayət qədər sağlam özünü idarə edə bilən yetişdirmədiyimi bilirəm və səndən güvənmirəm deməkdir. Özünü idarə edə biləcəyinə. Canlı tək məndə donur. Donur canlı bəyəm. Aha. Deyir, hələ sağ olanlar var. Hə, var, bəli, var. Deyir, salam, mən bu dərsləri necə ala bilərəm? Buyurun, müraciət edə bilərsiniz. Danışa bilərik sizlə. Xeyr, məndə də olur. Niyə donur? Ola bilər, bəlkə də internetlə əlaqəli. İnternet gecikir yəqin ki. O da mənim əlimdə olan bir şey deyil. Qarşıma deyir, keşfətdən çıxdınız. Təşəkkür edirəm. Belə səbirlə suallara cavab verirsiniz. Dəyməz. Mən də sizə çox təşəkkür edirəm. Deyir, set qarışır deyəsən, deyir. Hə, hər şey qaydasındadır. Anam atamla dalaşıb bizi qarşısına qoyub danışıb ağlayırdı. Deyir, sizinlə dərdləşib rahatlayıram, nə yaxşı varsınız deyirdi. Sağlam deyildi. Yəni ananız bir yerdə sizdən mentor kimi, psixoloq kimi istifadə edir. Onun özü də bir yerdə odur ki, uşağa yazıqlıq proqramı yükləyir. Yəni uşaq başlayır anasına analıq eləməyə, atasına atalıq eləməyə, yəni atasının anasının xoşbəxtçiliyi üçün çaba sərf eləməyə və həmin o valideyn daha da dibə sürüklənir ki, mən oğul olaraq atamla anamın xoşbəxtçiliyi üçün mən niyə mübarizə aparmalıyam ki? Mən apara bilirəmsə, özləri də apara bilərlər də və mən anlamalıyam ki, onların uğrunda apardığım mübarizə mənim öz, yəni bir ömürlük həyatıma xəyanətdir. Deyir, bizdə donmur. Görürsünüz, bəzilərinə donmur. Deyir, donmur məndə də. Onda sizdən problem. Belə heç kim oturub burada, heç problemim nə? Belə həkim oturub burada, heç bir problem yoxdur, rahat olun. Aha. Mənim deyir, atam anamdan küsəndə hər dəfə evə bazarlıq eləmirdi. O qədər pis təsirdir edirdi ki mənə. Yəni bu bir çox zaten boşanmış, bax belə deyim də, boşanmış kişilərin Azərbaycan psixologiyasında belə bir tərəf var ki, düzdür, digər ölkələri müşahidə eləməmişəm. Azərbaycanlı olduğuma görə burada müşahidə eləmişəm onu. Deyir ki, qadınla ər-arvad boşanırsa, əgər ərin özünün hələ də boşandığı qadının da gözü qalırsa, uşağına maddi olaraq köməklik eləməyə başlayır. Əgər ümidini üzürsə, şey deyir, yəni maddi təminatını da kəsir. Deyir, çox pis şeydir. Birinin mesaj və zəng gözləmək, küsürsən heç nə olmamış kimi davranır, dəli olurum. Yəni o pis bir şeydir. Əlbəttə ki, sənin öz daxili dəyərinin kimlərinsə hər hansı bir mesajdan asılı qalmağı. Yəni bu gör nə qədər dərin bir travmatik zamanında valideynlərin təsdiqindən elə insan asılı qalmış olur. Deyir, amma heç nə başa düşə bilmirəm. Hə, deyir, hə, onlar öz aralarında danışırmışlar. Mən canlıya girəndə demişdim, biraz tərsliyi var məndə. Hə, dünənləri gəlmişdi, səhv eləmirəmsə ilk dəfə canlıya, çünki mən sizi yeni görmüşəm. Deyir, açığı niyə bizdən, niyə
acığını niyə bizdən niyə çıxırdı ki, həm də hədəflərində evə bazarlıq eləmək, həftələrlə evə bazarlıq eləmək nədir? Evdə işləyən özü idim. Öz ağlınca cəzalandırmağa başladı və bu çox təbii ki, bu da zaten onu göstərir ki, Azərbaycan kişisi öz uşağının uşağı olduğuna görə yox, arvadını idarə edə bildiyinə görə onu da can dərdi bir şey verir. Çox üzr istəyirəm, yem atır qabağına. Bəs bir qadın sizə baxanda yoldaşı əsəbləşib dava salırsa səbəb nədir? Anlamadım. Qadın mənə baxanda yoldaşı əsəbləşib dava salırsa, yoldaşı özünə güvənmir də. Yoldaşı əslində özü dəyərsizdir ki, özünü kişi kimi yetərli görmür ki, xanımının başqa bir qadına baxmağını da özünü dəyərsiz görür. Bəlkə də xanım heç pis niyyətdə baxmır. Amma lap pis niyyətdə baxsa belə, sənin hansı mənfi proqramın var ki, sən xanım olaraq həyatına aldığın insan sənə xəyanət eləyir. Həmin insana deyir, səhər işdə məcbur üzrə gəlirəm, necə davranım bilmirəm, artıq həyatımdan getməlidir. Bana bir söz var, bilməm oxumusunuz yoxsa deyir, bir insan birisinin həyatınızdan tamamilə çıxanda artıq o ilə eyni qapı qonşu olsanız belə, eyni məhəllədə qalsanız belə rastlaşmırsınız. Yəni sənin bir yerdə şüur altında onunla bir yerdə duyğusal alış-verişin kəsilir. Yəni mən marketdə kassirəmsə, əlbəttə mənim qarşıma müştəri gələcək. Bu baxımdan da sən həmin o marketdə hər hansısa bir narahatçılıq yaşayırsınsa, sən kassir, yəni yəqin ki, başa düşürsün nə demək istəyirəm. Yəni sən öz mövqeyi dəyişdirməlisən. Deyir, tamam, deyir, eynən. Tamam. Ata-anası ilə pis olan heç vaxt həyatda xeyir tapmaz deyirlər, düzdür. Ata-anası ilə pis olan insanın boş-boşuna pis olmur. Atasından, anasına, özünə qarşı gördüyü pisliyi təkrarlamağa başlayırlar onlar da. O deyir, nə əkərsən, onu biçərsən və valideyn başlayır şeydir ki, vay mənim halımı, uşağım belə çıxdı. Amma əslində anlamır ki, günah özündədir. Uşağı nə bilim deyir, qanından gəlməlidir. Qan hardan gəlir? Qan səndən gəlir də, ayaqda səndən gəlir də. Yəni sən bir yerdən onu doğru ötürə bilmirsənsə, uşaq niyə görə günahkar olmalıdır? Və hətta o qarğışın özü odur. Uşaqları məcbur eləyirlər, mehriban düşmən yaratmağa çalışırlar. Bir-birlərini sevmədən belə. Uşaq da xeyir tapmaz qorxusuna görə başlayır valideynlə danışmağa. Amma ki, boş söhbətdir axı. İstənilən halda terapiyada sağalandan sonra qohumlarla, valideynlərlə əlaqəni kəsmirsən ki sən. Çünki onlarla əlaqəni kəsmək sənin özünə ziyandır. Yəni onları inkar eləmək bir yerdə sənin özünü inkar eləməyindir ki, müəyyən bir yerdə sənin də onlara ehtiyacın olur. Necə ehtiyacın olur? Hər hansısa bir danışmaq ehtiyacın ola bilər, onları görməyə ehtiyacın ola bilər. Yəni onları tam inkar edə bilmirsən. O da etik də deyil. Sənin özünü dibə sürükləyir o şey. Bu baxımdan da sadəcə olaraq sərhəd qoyursan və sərhədləri aşa bilmirlər sənin. Və o sərhədlərdə də yavaş-yavaş öyrəşməyə başlayırlar. Birinci sənə sən qudurmusan deyəcəklər, ikinci sənə özü bir şey sayırsan deyəcəklər və bir yerdən sonra sənin o halva da öyrəşəcəklər. Ən azı özləri səni itirməmək üçün. Demək ki, qadından ümid üzürsə, pul xərcləmir uşağa. Əksər kişilərin hamısı elədir. Ona görə elə olur. Canlıya baxdıqda qısqanmaq niyyətli yox, sadəcə dinləmək. Başa düşmədim. Tam başa düşmədim. Yazdığınız sualı mən başa düşdüm ki, deyirdiniz ki, yolda falan başa düşdüm. Canlı dediniz, başım qarışdı mənim də. İş yerimi dəyişməliyim, yoxsa səhv anladım. İş yerini dəyişməli deyilsən. Çünki iş yerini dəyişdirsən də, yəni belə deyim də, pis insan, səni incidən insan hər yerdə olacaq. Sadəcə sən həmin o insanlara qarşı sərhəd qoyub özünü, həmin o sərhədləri qorumağı öyrənməlisən. Yəni bir yerdən sonra həmin o insan səndən artıq enerji xətti uyuşmadıqca səndən uzaqlaşacaq. Yolda biz gedəndə it bizim üstümüzə boşuna hürmür, boşuna cumur, boşuna it bizi qapmır. Zaten it sənin ondan qorxduğu hiss elədiyinə görə sənin üstünə cumur. Və sən itdən qorxuvu sən təmizləyəndən sonra it sənin qorxduğu hiss eləməyəcək və sənə cummayacaqdır. Çünki heyvanlar insanların bədənindəki qorxuları, duyğuları biokimyəvi qoxu olaraq hiss edirlər. Və insandan söhbət edəndə bizim əslində ruhlarımız söhbət edir. Yəni verbal ünsiyyət əslində ən kobud ünsiyyətdir ki,
Yəni insanın bir yerdə insanla sən danışmadan, dillə danışmadan belə onun yanında oturaraq ruhunu dincəldə bilərsən, söhbət eləyə bilərsən. Onda da insanların ruhları bir-birinə söhbət eləyir. Yəni sən qarşı tərəfə ötürdüyün enerjini şüurlu şəkildə anlamasan da ruhlarımız bir yerdə, şuuraltımız bir yerdə onu aydınlaşdırır. İskəndər deyir tam doğru. Xoş gəlmisən İskəndər. Münasibətləri özləri kəsib, amma gözləyirlər ki, mən aciz kimi qaynaqlarında alçalım, hər zaman belə edirlər. Belə deyim də, valideynlər olsun, qohumlar olsun, onları taxmaq lazım deyil sadəcə. Sən sadəcə özünün onlardan ayrı yaşadığın anda nankor olmadığını anlasan, özünü seçdiyini anlasan, valideynlərindən boşansan, həyatın rahat olacaq. Nəzərə almalısan ki, valideynlərindən boşanmadan həyat sürən insanlar bir yerdə erkən yaşda dul qalırlar. Yəni valideyn bir yerdən sonra həyatdan köçür gedir və sən ortalıqda qalırsan. Səni o qədər özünə bağlayır ki, və özü dünyadan köçüb gedəndən sonra sən ortada dul qalırsan və ona görə emosional olaraq, duyğusal olaraq onlardan boşanmalısınız vaxtında. Qısqanmaq nə idi? Tam başa düşmədim xanımın yazdığı bir şeyi. Deyir, bir kişi qadına deyir ki, sizi dinləməsin, qısqanmır, amma siz mənə baxırsınız, sizin ətrafınızdakı bəy mənim üçün onu deyir, anlamadım. Başa düşmədim. Mənə baxmayın deyir. Tam başa düşmədim. Çünki canlı efirdə yazmışdınız bayaq. Başa düşmədim, sualınız nədir? Onsuz da bir şey deyim ki, zaten hər insanın hünəri deyil mənə baxmaq. Çünki mən insanları güzgü tuturam. Bəziləri güzgüdə özünü görmək istəyənlər baxmırlar, güzgüdə gözlərini görməkdən qorxanlar baxmırlar. Bir söz var, deyir, özün deyirsən, ayet məni qap. Deyəsən var, amma mən də xatırlamadım tam. Deyir, bəs belə bir şey desəm, o itin mənə həmişə hürməsini özüm istəyirəm və ona kənardan baxmaq istəyirəm. Artıq onda problem səndədir ki, o itin sənə hürməsini və sənə zərər verməyini niyə istəyirsən? Konkret bu insan sənə zərər verir, niyə istəyirsən? Deyir, sən də qulaqcıq taxtla dinləmirəm. Bayaq da söhbət elədim, demək bizim ruhlarımız söhbət eləyir. Yəni mən o dərəcədə o özgüvəndəyəm ki, məni bəyənməyən insanı görəndə bilirəm ki, əslində özünü bəyənmir. Çünki konkret olaraq bizi bəyənməyən insanlardan sən o əminliyə gəlib çıxmaq üçün özünün əslində pis olmadığını dərindən anlamalısan, doğru olduğunu özgüvənlə dərk eləməlisən. Yəni həmin o qədər insan var ki, yəni istəyir sənin üzvü belə görmək istəmir. Yəni səni görəndə konkret hansı duyğunu yaşayır. Söhbət ondan gedir. Çünki səni ilk dəfə tanıyan, məni ilk dəfə tanıyan insan mənə nifrət eləmir. Mənə nifrət elədiyini düşünür, amma məndə gördüyü hər hansı bir şey özündə olan, o deyir, sənə nifrət edirlərsə, nifrət insanların özündəki əksik tərəfləridir. Əksik tərəflərini göstərən insanlara o duyğunu başlayırlar qusmağa. Amma mən deyir, daha özümü alçaltmayacağam, söz vermişəm. Bundan sonra heç danışmaram onlarla. Tamam, salam hər kəsə, necəsiniz? Salam, xoş gəlmisiniz, yaxşı olasınız. Aha. Bizi saymayan insana necə davranaq? Bizi saymayan insanı yola salmaq lazımdır. Deyir, sayanın ağası... Unuttum yenə. Mən niyə bu misalları unutmuşam? Azərbaycan fikirlərindən çıxmışam deyirsən. Xoş gördük, gözəl doktor. Xoş gəlmisiniz. Aha. Əlim dəydi, başqa canlıya getdim, elə bildim blokladınız məni. Niyə? Niyə blokluyum səni? Deyir, bəli, deyir, dinləməm. Elə bilir ki, səni yoldan çıxardacam da. Yəni, yoldan çıxardacam pis mənada çıxmasına sözün. Sadəcə olaraq səni ayılarsan və onun səni aldatdığı manipulyasiyasının fərqində olarsandan qorxur yəqin ki. Hayda. Hətta bir dəfə dostumun anası icazə vermirdi mənimlə danışmasına, dostuma. Demək ki, deyir,
Hər səni sevirəm deyən insan sevməz bu insanı. Bax, o deyir kimsə təriflə al onun canını. Yəni bir insanı tərifləyib onu istədiyi belə etdirə bilirsənsə, demək o insan tərifə özünü layiq görmür ki, onun əvəzini sənə qaytarmağa çalışır. Yəni tərifləyirsən, tamam yaxşı. Məni tərifləyirsənsə, demək məni anlamısan. Söhbət bilirsiniz nədən gedir? Yəni o qədər gəlib bura lazımsız bəzən şərhlər yazırlar ki, sadəcə mən onların travmalarını görürəm. O deyir, yoldaşım deyir, dinləmək istəmir. Hətta həmin o insanlar bir yerdə girir mənə artıq əsli söyüş belə yazmağa başlayırlar. Çünki hansısa travmaları, dediyim sözlər hansısa travmalarını qıcıqlandırır və onu qəbul eləmirlər. Və sənin əslində belə deyim də, həmin o travmalar qarşısında sənə o şeyi təkrarlayan insan fikrimi tam necə çatdırsam doğru çatar. Tam başa düşmədim. Nə deyim? Çünki bəzən də bir dərinliyi var ki, onu izah eləsəm bilmədim başa düşərsiniz yoxsa yox. Həm də ki efirə uyğun deyildi. Aha. Deyir, amma yola salanda da özümüzü günahkar hiss edirik. Özümüzü günahkar niyə görə hiss edirik ki? Yəni demək bir yerdə sən onu yola salırsan, fiziki olaraq onu yola salırsan, amma duyğusal olaraq onu yola salmırsan. Sən də onu psixoloji olaraq göndərməlisən ki, o insan fiziki olaraq da səndən uzaqlaşsın. Necə deyərlər, itin hürməsi gözəl gələr, qulağa ancaq əsəblərini pozur. Onu mən də bir dənə bir şey əlavə edeyim ki, deyir, milçək bir şey deyil, ancaq könül bulandırır. O da belə bir şeydir. Deyir, amma yenə də baxacam. Salam həkim, durduğu yerə istənmədən cinsi görüntülər gəlir ağlıma. Salam Sabir. İstənmədən cinsi görüntülər gəlirsə ağlıma, orada problem nə var ki? Niyə görə istəmirsən ki, cinsi görüntülər gəlsin ağlıma? Niyə? Onu özünə qadağa qoyduğuna görə səni narahat edir də elə o. Uşaqlıqda, qız uşağında, oğlan uşağında öz cinsi orqanını oynamağa başlayanda uşaqları başlayırlar da neynəsinlər bilmirlər. Və o uşaqlar bir yerdə zaten öz cinsəlliklərindən qorxurlar da. Zaten keçən səfər də mənim desəm bir xanım sual verdi ki, oğlumun deyir 13-14 yaşı var deyir, masturbasiya eləyir. Yəni normaldır da. Onun zaten hormonları oyanmağa başlayır və bədənini kəşf eləmək istəyir, cinsəl həzlərini, fantaziyalarını anlamağa başlayır. O niyə pis bir şeydir? Kimi görürdən gedir söhbət. Salam bəy, tanış birinin bəhanə ilə mesaj yazmasına səbəb və sonradan özü buna etiraf edir. Ola bilər ki, sizin onu rədd edəcəyinizdən qorxub, səni yuxuda görmüşəm deyərək də sənə bəhanə ilə yazır da. Deyirsə qulaq asıram, sanki özümlə mübarizəyə girərəm, özümə niyə edirəm, bunu heç belə baxmamışdım. Elət də zaten biz özümüzə edirik, biz heç kimi çinləmir ki, insanlara mənanı biz yükləyirik. Yəni sən əslində insanların, sən öz daxili dünyaya enəndən sonra baxırsan ki, onlara icazə verən sənsən. Artıq başa düşürsən ki, bu qədər şey əslində boşdur. Və hər şey sənin özündən gəlir, öz əyindən başlayır. Və konkret olaraq hər kəs də o öz əyə qayıtmağa hünər eləmir. Təsəvvür eləyin ki, narkotik keçmiş, nə bilim, hər hansı bir nə bilim, bir əxlaqsız bir yolda olan bir insanın keçmiş, əxlaqsız kimi özünü saydığı keçmiş, onun təsəvvür seansda özünü üzləşməkdən qorxur. Və qayıdıb baxanda ki, bunun bugünkü gündə etdiyi, keçdiyi yolların problemi məhz onun uşaqlığında bir valideynin ona göstərmədiyi duyğudan qaynaqlanıb. O havalanır orada. Yəni sizə inandırım ki, mən əksər hallarda yaşlı insanlarla seans eləməyə imtina edirəm. Çünki əsasən də nə bilim, ya panik atakı varsa, yaşlı insandırsa, panik atak seansı olur. Amma ki, yaşlıdırsa, fiziki göstəriciləri yaşlıdırsa, özü ya panik atak keçirirsə, ürək xəstəliyi varsa, o ilə seansı inkar edirəm. Çünki bu elə belə zarafat bir şey deyil. Bu neçə illik həyatımı mən təsəvvür səhv yaşamışam. Buna görə uşaqlarım xoşbəxt olmayıblar və məhz məsuliyyət məndədir görməyə hər adamın hünəri çatmır. Ki bu yolun özü belə insanın, hər seans insanın özünə balta vurmağıdır. Sən hər dəfə özünə balta vuraraq özünü yenidən inşa eləməyə başlayırsan ki, yəni bəzilərinə elə belə bir şey kimi gələ bilər, amma ki elə belə bir şey deyil. Çünki birbaşa olaraq insanın taley xətti dəyişilir.
Amma sevgi münasibəti yoxdur. Sevgi münasibəti yoxdursa, demək bir yerdə hər hansı duyğusal boşluğunu sizlə qarşılamağa çalışır da. Eyni cinslə istənmədən olur, necə edim onu? Eyni cinslə homoseksual arzular, fantaziyalar arzuluyursansa, qayıdıb baxmalısan ki, sənin əgər hormonal olaraq problemin yoxdursa, bilmirəm, xanımsız, bəysiniz, bilmirəm. Əgər xanım olaraqdan hormonlarınızda bioloji probleminiz yoxdursa, kişi olaraqdan hormonlarınızda problem yoxsa, demək problem sizin başınızdadır. Yəni ona görə də həmin o duyğuda, həmin oğlanlarla münasibət yaşamaqda, ya da qızlarla həmcinslə münasibət yaşamaqda hansı duyğunuzu qarşılamağa çalışırsınızsa, onun altında yatan səbəbə baxmalısınız. Əksər insanlarda atasına olan nifrətdən qaynaqlanır ki, olmuşdu bir pasiyentim ki, 6 yaşı var idi və 6 yaşında anasının yanında atasının evə gəzdiyi bir qadını gətirib öz arvadına gəzdiyinə görə işgəncə verməsindən oğul atasından nifrət biçmişdi ki, mən atam kimi ata olmaq istəmirəm. Və şüur altında məntiq yoxdur. Zaten uşaq şüur altında yaşayır, hələ ki 7 yaşına qədərki dövrüdür və mən atam kimi olmaq istəmirəmmi? Mən kişi olmaq istəmirəm kimi yazıb şüur altına və o duyğunu yaşayanda, hər dəfə qızlarla münasibət yaşayanda belə qorxurdu, yaşaya bilmirdi. Səbəbi olur. Məsəl üçün, mən onun oğlanın üzrə dedim ki, sən əgər qız olsaydın belə, sən əslində lezbiyanlıq problemində yaşaya bilərdin. Çünki orada da əslində atava nifrəti yaşayacaqdın və anavı da bu dəfə zəif görəcəkdin atavın qarşısında və anam kimi olmaq istəmirəm deyəcəkdin. Bəs psixoloji necə yola salaq, onu anlamadım. Psixoloji yola salmaq üçün günahkarlıqdan sağalmalısan ki, sənə zərər verən insana nə bilim, yola salmağı niyə görə özü günahkar hiss eləyirsən ki? Sara Telmanova yazıb salam. Salam, çox savadlıdır, mən bunu tanıyıram. Çox yorulur. Aha. Bir dəqiqə. Deyir, qorxutmayın. Məni havalar nədir? Havalanmaq fikrim yoxdur. Özəyi tapmaq lazımdır. Havalanar sizlə keçərli ilə mən yaşlı insanları nəzərə aldım. Yəni 70 yaşında insanları nəzərə aldım ki, onlar havalana bilirlər. Qaqa, niyə belə tez-tez danışırsan? Psixoloji durumun pozuldu, təmiz. Psixoloji durumun pozuldu, çevir canlı, yəni məcbur deyilsən ki, mənə baxmağa. Mən belə danışıram, mən beləyim. Deyir, duygusal boşluğumu deyir, mən də deyir, qarşılaması nə deməkdir ki? Yəni səmimi deyil hissləri məndə emosional olaraq. Bilmirəm, valla, həmin o insan kimdir, həmin o insan niyə görə sizlə təzələn gerək münasibət qurmağa çalışır, bilmirəm axı. Mən özümü arzulamıram, istəmədən gəlir ağlıma, amma istəmirəm. Başa düşdüm, yəni konkret müşahidə etmək üçün, bax, müşahidə eləyə bilərəm. İstəyirsənsə, doğrudan da səni narahat eləyirsə, buyur mənə müraciət edə, sənə nə dərəcədə köməklik eləyə bilərəmsə, mənə dərindən bir özümə çertyoş plan çəkim beynimdə. İstifadə edir. Salam, qarşımdakı insana çox söz demək istəyirəm, ancaq deyə bilmirəm, susuram həmişə. Çünki uşaqlığınızda sizə öz sözünüzü dediyinizə görə üstünüzə qışqırıblar ki, sən qudurmusan, cavab qaytarırsan da bilməm nə edirsən. Anladım sizi, doktor, süpersiz. Təşəkkürlər deyir, mən bunu tanıyıram. Ümumiyyətlə deyir, duyğusal boşluq tam olaraq nədir ki? Ümumiyyətlə duyğusal boşluq tam olaraq hər kəsin duyğusal boşluğu fərqlidir. Kimisində sevgidir, kimisində özgüvəndir, kimisində dəyərdir, kimisində nə bilim yazıqlığı var, kimisində insanın 100-ə qədər duyğuları var və hər seans sən bir duyğularla işləyirsən. Məsəl üçün, mən özüm əvvəllər mütəxəssis olmamışdan qabaq özüm psixoloqlara gedirdim. Sağalmaq üçün nəticə düzdür görməmişəm o psixoloqlardan, amma ki, demək istədiyim nədir? Mən elə bilirdim ki, gedib problemi danışanda sən danışdığın problemləri danışsan, rahatladınsa sən sağaldın, amma elə deyilmiş. Yəni, sənin danışdığın cümlədə, bir cümlədə 5 dənə duyğu olduğunun fərqində olmursan. O danışdığın cümlədə yazıqlıq var, günahkarlıq var, nə bilim, özgüvənsizlik var və sən hər birinə bir qayıdıb enəndə onun altından da başqa duyğular çıxa bilir. Bu baxımdan da, yəni, mən həmişə deyirəm ki, mən bacarıram, mən aradan qaldıra bilirəm. Sən bu yolu getməyə hazırsan, öz dərinliyinə baxmağa hazırsan, söhbət də odur.
Və həmin o duyğusal boşluğa da baxmalısan ki, səndəki duyğusal boşluq nədir? Ki, səndə dərinlikdə yatır. Özüm də bacarmıram sanki, girib o insanı izləməkdən özümə nifrət edirəm, baxma deyirəm, özümə alınmır. Əslində öz duyğusal boşluğunuzu anlamağa çalışırsınız. Əslində bir söz var, internetdə yazmışdılar. Türk psixoloqlar yazmışdı, kim yazmışdısa. Deyir ki, əslində qarşındakı insanı sənin gözündə möhtəşəm göstərən sənin özün ona sərf etdiyin enerjindir. Çünki biz əslində bizi incidən insana aşiq olmuruq. Bizi zaten incitdikləri duyğu bizdə olduğuna görə onu təkrarlamasını sövq eləyən insan həyatımıza alırıq. Yəni biz əslində dolayısıyla toksik yanaşdığımız özümüzə düşmən özümüzük. Ki bizə düşmən olan düşmənliyi təkrarlayan insanı alırıq. Və özümüzə olan düşmənliyi sonlandırmağımız üçünsə qayıdıb o belə deyim də sülhü yaratmaq üçün həmin o atəşkəs imzalamaq üçün baxmalısan ki, sən harda özünə nifrət biçmisən, özünə harda mənfi proqram götürmüsən. Salam qaqa, necəsən? Salam, yaxşıyam, yaxşı olasınız siz də. Nəsə deyəcəkdim? O mövzuyla bağlı. Unutdum, neysə. Yadıma düşsə deyərəm. Deyir, nə qəribə. Qəribə gəlir, çünki informasiya sizə yenidir, amma ki, təəssüflər ki, bu həmişə əzəldən bəri olan informasiyadır. O deyirlər, nənəm baban depressiya görmüşdü, panik atak bilirdi, nədir? Əslində var idi, o vaxt da var idi hər şey. Sadəcə olaraq o vaxt onun elmi açıqlaması verilməmişsə, bu onu inkar eləmək məqsədinə qədər gətirib çıxartmağı doğru deyil axı. Yəni ki, əslində qadınların əvvəl depressiya yaşamamağının səbəbi odur ki, qadınlar bir yerdə yığılırdılar qadın hamamına, qadın üzü görürdü. Ən azından nə bilim ərlərinin qaynanalarının qeybətlərini eləyirdilər və bir yerdə qadın enerjisi qadına ötürülürdü, bir yerdə özlərini rahat hiss eləyirdilər. Amma indi heç onlarda yoxdur axı. İndi hamı bir-birinə nə görür ki, ev qutuda ilan görür. Yəni enerji ötürmürlər bir-birlərini, mənfi ötürməkdən başqa. Sual vermək olar. Olar. Aygül gülür. İnanırsınız, hiss edirəm ki, mən istəməsəm o insandan uzaqlaşa bilərəm. İstəsəm o insandan uzaqlaşa bilərəm deyirəm, etmirəm. Odur da, niyə etmirsinizsə, ona baxmalısınız. Salam bəy, salam, xoş gəlmisən. Mən çox vasvasayam, hər şeyi şəkk edirəm. Keçən səfərdə səhv eləmirəmsə bir mövzu haqqında yazmışdınız. Mən onda sizə cavablamışdım onda ki, sinirləriniz oyaqdır və sinirlərinizi oyandıran bir yerdə natamamlığınız var. Kişi gəlir evə, mənim ayaqqabılarım niyə düz deyil, mənim paltarlarım niyə ütülənməyib, qırğın qiyamət düşür. O bir yerdə natamamlıq kompleksidir və sizdəki natamamlığa baxmaq lazımdır ki, sənin daxilində hansı duyğusal boşluğun var ki, o həll olunmuyor və sən kənar müdaxilələrlə onu həll etməyə çalışırsan. Yəni adam var ki, hər şeyi xırda ayıqlamağa çalışır, hər şeyi xırda dibinə önməyə çalışır. Məsəl üçün bir tanıdığım qız var idi, paytaxt salatı hazırlayırdı. Toyuğun filesini elə xırda dedirdi ki, dedim ona ki, sən necə kaprizli adamsan, deyir, hardan bildin? Deyirəm, elə o toyuğu dediməyəndən hiss olunur ki, yəni sən əslində öz beynindəki düşüncələri bir incələməyə başlayırsan, bir özünü deməyə başlayırsan, əslində onu da təkrarını fiziki olaraq təkrarlamağa başlayırsan. Fikrimdə qaldı, deyəsən, onda mənə hiss yoxdur, sadəcə hansısa boşluğunu mənlə doldurulmuş. Elədir, istənilən halda. Yəni, hər şey qarşılıqlı münasibətdir də. Yəni, dünyada hər bir şey satışdır. Yəni, hər kəs özünü satır. Yəni, özünü satır ifadəsini Azərbaycan tam açıq deyil. Ona əsasən də Sovet vaxtında biraz pis baxırdılar. Amma yəni, özünü satmaq deyəndə ünsiyyətini satır, öz mehribanlığını satır və yaxud da hansısa duyğusunu qarşılayır. Söhbət də budur. Məsəl üçün, oturub filan kəs mənə deyir ki, səni yığmışdım, səni zəngiləmişdim, niyə açmadın telefonu, darıxmışdım sənin üçün. Hə, indi açmışam, darıxmışsan, lap yaxşı. Mən də səni çox sevirəm. Darıxmışdınsa daha mənim üstümə niyə düşürsən? Açmışam, dedin telefonu, nə demək istəyirsən, dediyinlə. Demək, konkret həmin o insan mənimlə bağlı xatirəsini, mənimlə bağlı yaşadığı xoş duyğunu həmin anda xatırlayıb. Yəni, belə pis çıxmasa, mən sənin duyğunu qarşılamaq üçün mən nəyəm ki, sənin üçün? Söhbət də bundan gedir də. O insan heç nə olmamış kimi rəftar edir, məni qoruyur. Diqqət qayğı hərdən də yoxa çıxır. Əslində sizə hansısa valideyninizin, hansısa travma verən insan sizə duyğusunu təkrarlayır da. Biz necə xoş enerji ötürək? Biz xoş enerji ötürmək üçün o xoş enerjini özümüzdə aydınlatmalıyıq. Və sən xoş enerjini ancaq xoş enerjiyə açıq olan insana ötürə bilərsən ki, avtomatda zaten onu səndən alır.
Yəni ki, mənfi enerjiyə mən negativ insan nə qədər oyandıra bilərəm ki, negativ insanı mən oyandırmağa çalışsam, bir yerdə mənim öz pozitivim də qırılacaq axı. Necə edim ki, birinə yazığım gəlməsin, amma o insan inandı. Yazıqlığınızdan sağalaraq, yazıqlığınızdan sağalmalısınız. Qarşındakı insan səni manipulyasiya etməsini necə anlaya bilərik? Bəlkə elə o da var. Manipulyasiya eləməyini zaten sən istənilən halda qabaqcadan şuurlu şəkildə mən həyatı boyu bunu eləmərəm dediyin şey sənə qarşı tərəfə görə əriyirsənsə, demək bir də manipulyasiya olunursunuz. Və manipulyasiya olunmağın fərqi zaten avtomatda hiss olunur. Yəni ən azı mən ayırd edə bilirəm ki, nə manipulyasiyadır, nə yox. Amma ki, sən onu ayırd eləmək üçün sən həmin o qurban proqramından çıxmalısan. Məsəl üçün, sən əgər sevgisiz böyümüsənsə, sənin partnyorun səni öldürməyə aparsa belə, sənə xoş söz deyərək, sənə başını aldadaraq öldürməyə aparırsa, sən səni ölümə apardığının fərqini o qədər sevgi Səsin gəlir. Səsin gəlir. AirPods-un qapağını açdım, bağladım. Nauşnikə qoşuldu. Daha mənim səsim gəldi orada yoxsa yox. Onu demək istəyirdim ki, gəlmir elə. Necə? Aha. İndi düzəldi yəqin ki, səs çünki bağladım. Səhvən açıldı. Əlimdə tutmuşdum. Harada qalmışdıq? İnsanların manipulyasiyasını danışdımsa, yəni insanların manipulyasiyasında sən ən azı da öz duyğusal boşluğuna baxmalısan ki, səni qarşı tərəf ölümə apardığını sən bilə-bilə gəl sənə xoş söz deyərək səni aldadırsa, demək sənin əslində özünün o sözə möhtacın, o sözə ehtiyacın var. Deyir, gəlir. Aha, super. Mən artıq insanlarla əlaqəni yerdə debli kəsmişəm deyə problemim azdır şükür. Super. Onda qarşımızdakı insan həqiqətən bizi sevdiyini anlaya bilərik. Sevildiyini anlamırsan, hiss edirsən. Zaten sən sevgiyə anlayışla yanaşırsansa, zaten sevildiyindən əmin deyilsən. İnsan əmin olduğu duyğunu anlamağa çalışmır, elə hiss eləyir, yaşayır. Yox, deyir, getdi biskər. Hə, bayaqki səscə idi. Deyir, düzəldi, gəlir. Aha. Belə. Başqa sual olan var? Sizcə birinin hədiyyəsini qaytarmaq etikdir ya qeyri-etik? Hədiyyəni qaytarmaq, hədiyyəni niyə qəbul edə bilmirsiniz ki? Yəni, mən əgər özümə hədiyyə layiq görürəmsə, yəni, qaytarmayacaq. Prosta münasibətdən asılıdır da, indi baxır nədir, söhbət nədir. Amma qaytarmaq etik deyil. Amma özündə qaytarmaq ehtiyacı niyə görə duyursan, onu özündə müşahidə eləməlisin. Belə, neyək? Sonlandıraq. Ayrılmaq istəyirəm, hədiyyəni qaytarmaq istəyirəm, lazım deyilmiş kimi. Aha. Elə o da bir yerdə onu göstərir də. Zaten sən bir yerdə əsasən münasibət problemlərində olur, qarşı tərəfə ayrılmaq istəyəndə başlayır hədiyyəsini qaytarmağa çalışmaq, amma bir yerdə özün hədiyyəni qaytararaq qisas aldığını düşünürsən, amma ki, demək zaten o hədiyyəni zaten sənə ilk dəfə veriləndən sən özü hədiyyə layiq görmürdün. Almamışam, göndəriblər. Fərqi yoxdur, yəni istənilən halda. Alıb sonra geri qaytarmaq qeyri-etikdir, deyir, yox test. Bir sual da verə bilərəm, amma çox oldu, amma bilirəm. Verin, görək nədir. Atın, yandırın. Hədiyyənin nə günah var ki? Yəni, baxanda özünüzün şəxsi fikriniz, sadəcə olaraq siz sual verdiniz, mən də onu deyirəm ki,
Yəni sən əgər özünə şey layiq görmürsənsə, demək bir yerdə ondan da özü həm layiq görmürsən deyə qəbul etmirsən, qaytarmaq istəyirsən. Həm də qaytarmaq istəməyin altında sənin ondan qisas almağın dayanır. Qisas ehtiyacın. O zaman sevdiyimiz birinə qarşı duyğusal boşluğa düşə bilərik. Sevdiyimiz birinə qarşı duyğusal boşluğa düşmək nə kimi boşluqdan gedir söhbət? Sevgidə ümumiyyətlə istənilən halda ağrı olmur. Yəni bu vaxta qədər oxuduğunuz və ya da eşitdiyiniz o ədəbiyyatın boş janrlarını unutmağınız məsələdir. Çünki o sağlam sevgi deyil. Sevgini ağrılı kimi qələmə verirlər ki, hamı həsrət çəkəndə özünü sevdiyini düşünür. Amma sevgi həsrət çəkmək deyil axı. Sən niyə həsrət çəkməlisən ki? Demək bir elə sevgi sənə əl çatmazlıq proqramıdır. Hədiyyəni cəzalandırmayın məncə. En azından deseydi aparıp satsaydım hediye neyse. Salam, hər vaxtınız xeyir olsun. Xeyirli yayınlar. Salam İlhami xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm. Neyse, nefrə sonlandırım hələlik. Çox xoş oldu sizlərlə söhbət eləmək. Ümid edirəm ki, sizə də xoş oldu. Efiri sonlandıraq. Növbəti efirdə İnşallah görüşənə dək. Yerə satıb onu dilənçiyə verən nə şiş yansın, nə də kebab. Düppədüz. Xoş gördük. Sağ olun. Siz də sağ olun. Hələlik.